Açırıq say sistemlərin. Həlmə, diqqətlə bax. Dedim ki, say sistemlərin başa Səhsən deyə düşmüş. bilərsiniz. Səhifə hələ ilkidir. Səhifə 14. Rum say sistemlərindən başlayırıq. Rumları izah verməyəcəm, Həlmə. Bu Hə, əslində onları yazdım indi. əslində Koderadır. Amma mən Kodera daha çətindir. Bunları eləsəsən, MHM ümumiyyətlə qəşəng evdə rahat şəkildə eləyə biləcəksən. Deməli, Hə, Rumları ötürürəm burada. Rum say sistemləri getsin. Səhifə 14-ə baxaq. Deməli, ilk birinci sual. Birinci sualımız belədir. Dəqiqə, mən bunu ötürüm bir dənə yuxarı. Hə, ruçkamızı götürək, başlayaq. Deməli, I bir variantıdır. onluq say 21. sistemində birinci sualı baxırsan. Bəli. Birinci 21 deyirəm. 22 olmalıdır deyəsən. 22-dir. Deməli, bunu eləyə biləcəksən Əlmər. Başın üstündə 0, 1, 2, 3, 4 yazırdıq. Arxadan qabağa sıfırdan önə qədər sayırdıq da 0, 1, 2, 3, 4. Sonra bərabər qoyurduq. Nə yazırdıq? Birinci rəqəm vurulsun. Hansı əsasdadır? İkili say sistemindədir və üstündəki birinci rəqəm nədədir? 2-nin qüvvətinə qalxır. Üstə gəlinsin. Bu sıfırdır. Sıfırları yazmağa ehtiyac yoxdur. Zaten sıfırı sıfır eləyir. Keçirik 1'ə. 1 vurulsun 2 üstü 2 yazırıq. 1 vurulsun 2 üstü 1 yazırıq. Vəssalam. İndi bu misalı hesablayırıq. 2 üstü 4 eləyir 16. 2 üstü 2 eləyir 4. 2 üstü 1 də 2. Neçə eləyir? 16 bu da 4. 20 orada da 2 eləyəcək 22. Başa düşdün? bəli. İkini yaza biləcəksən evdən. Düzü bunu verməyəcəm. Sadəcə yəni belə tip məsələ düşsə, yaza biləcəksən evdən. Hə, müəllimə. Aha. 3-də onlandı, 4-də nədir? 24-də də ikili say sistemində ifadə elə. Belə deyəndə isə 24 deməli onluq say sistemindədir. İkili say sistemində ifadə elə deyirsə 24-ü 2-yə bölə-bölə gedəcəksən, alınan qalıqları arxadan qabağa düzülür. Bunu da başa düşmüşdün keçən dərs. Mən əslində başa düşmüşdüm, ya, amma yadımdan çıxıb. Rekordu da yoxdur ki, dəftərimə qeyd edeyim. Məsələn, əlimə atanda görüm təkrar edeyim. Rekordu qrupa Ona görə atmayıblar ki, yadımdan bu həftə. Bilmirəm, mənə icazə çıxıb. verilmir deyənə çox belə şəxsiyə, sözə şəxsiyə yaza bilmirəm də. Ona görə müraciət elə də rəhbərliyə. Mən yazmışam. Yəqin ki, nəsə başları Neçə? qarışıqda atarlar. Yəni, Deməli, bunu 22, 24-ü də ümumiyyətlə onluq say sistemindən hansı say sistemə keçid deyirsə, həmin say sisteminə bölürük. Vəssalam, başqa bunun ikinci yolu yoxdur. Alınan qalığı da arxadan önə doğru düzürsən. 24-ün içərisində 2 12 dəfə düşür. 24 eləyəcək, bu 0 eləyir. 12 2-yə böləndə 6 eləyir. Bu da 0 eləyəcək qalıq. 6 2-yə böləndə 3 dəfə 3 düşür. Bu o da da 0 0. eləyir. 3-ü 2-yə böləndə bir dəfə düşür. Bu da qalıq eləyir 1. Deməli, arxadan önə doğru düzəndə 1 1 3-də də 0 olacaq arxasında. Bu da olacaq hani o 1 1 nədir var? Nə çıxdı burada? 24-də də ikili say sistemində. Niyə düz gəlmədi? B 1 variantı. görə bilirsən? De. Hə, 1 Hə, 1 1 1 0 üstündə 0. yazmışam, görə bilmirəm. 1 1 arxasında da 3 dənə 0. Bunu silim üstündə yazdım deyənə. Korlandı. Yəni bu tipli misalları da onluq say sisteminə keçidi də rahat şəkildə eləyəcəksən. Beşinci Hə, sual tipində suallar nədir? Onluq say sistemində hər hansı iki sayda sistemdə keçmək üçün deməli, keçmək üçün ikisi bölürük də. Onluq say sistemindən hansı say sisteminə keçirsənsə bölürük. Vəssalam. Bu qaydadır. Qaydanı soruşur səndən. Misal olaraq ikili say sistemində verilmiş ədədi 16-lıq say sisteminə. 16-lıq say sisteminə keçəndə nə edirdi? 16-lıq say sistemində bir simvol 4 bit yer tuturdu. Arxadan önə doğru 1, 2, 3, 4, 4 ayırırdıq. 1, 2, 3, 4. 1, 2, 3, 4. Qalıb yenə 1, 2, 3, 4. Sonra altına nə yazırdıq? 1, 2, 4, 8. Yenə 1, 2, 4, 8, 1, 2, 4, 8, 1, 2, 4, 8 olaraq yazırıq. Hansı ədədin altında
Bir rəqəmi varsa o ədəd olduğu kimi köçürülür. Burada 1, 2, 4, 8'dir. Hansı ədədin altında 1, 1, 1 varsa hamısı toplanır da burada bir dənə ədəddir deyənə 1-i götürdü. Bu eləyəcək, deməli 1, 2, 4, 8'i toplayanda eləyəcək 15. 15 də 16'lıq say sistemində F yazılır. Bu da yenə 1, bu da yenə hamısı 1, 1'dir. Bu da olacaq F. Deməli olacaq nə? F1, F1. O da olacaq D variantı. D variantı. 8'li deyəndə 3 ayırırıq. Arxadan önə doğru 3 ayırırıq. 1, 2, 4 yazırıq. Hamısı 1'dir. Hamısı 1'dir. Hamısı da 1 olanda o deməkdir ki, 3 ayıranda hamısı da 1, 1, 1, 1 düşəcək. O da 7, 7, 7 də. Çünki 8'li say sistemində maksimum rəqəm də 1, 2, 4, 7 eləyir. 1, 2, 4, 1, 2, 4, 1, 2, 4. Bunun cavabı eləyəcək 7. Sonra 8'li say sistemində verilmiş 11 ədəd ikili say sisteminə çevir deyəndə bunları 11'li verib ikili say sistemin 8'likdə. Bunu belə ayırırdıq. Buna da 1, 2, 4 yazırdıq. Buna da 1, 2, 4 yazırdıq. 1 olmaqdan ötürü hansı rəqəmin altına 1 yazırıq? Yalnız 1'in. Bura olacaq 0, 0. Burada da 1, yerdə qalana 0, 0. İndi qabaqdakı birləri yazmayıblar. Yazıblar 1, 0, 0, 1 variant ediblər C. Yəni, qabaqdakı 0 zaten ümumiyyətlə 0 bir şey kəsb eləmədiyinə görə ya öndə, arxada çox vaxt onları belə deyək də əliyirlər, yazmırlar variantlarda. Sonra burada nə var? Burada da yenə 2, 7, 7'ni yenə 1, 2, 4, 8, 1, 2, 4, 8, 1, 2, 4, 8 altında yazacaqsan. 7 olanda bunlar 7'nin üçü də 1 olur. 1, 1, 1, 1, 1, 1. 0, 1, 0 belə bir şey gedəcək. Bunlar da rahat şəkildə əminəm ki yazacaqsan. Sonra Bəli. 16'yı da yenə bunları ikili say sisteminə çevirəndə buna 1, 2, 4, 8, 1, 2, 4, 8, 1, 2, 4, 8 yazacaqsan. 15 alınmaqdan ötürü burada 1, 2, 4, 8'in hamısı 1 olmalıdır. Hamısı da 1 olan, sonu hamısı 1 olan 4'ü də, yəni 4'ü də 1 olan bir A variantı var, bir D variantı var. Bu variantla işləməyi öyrənin. B variantının üstünə xətt çəkəcəksən, qalacaq A ilə D. Onların sonra ikinci ilə yenə ona müqayisə ilə apara-apara gedəcəksən. A-ya da 10 eləməkdən ki 1, 2, 4, 8'də yalnız 8 ilə 2 2'nin üstünə 1 yazacaqsan, yerdə qalanlarına 0. Yəni belə yazıb rahat şəkildə tapmaq olur. Çox çətin misallar deyil bunlar. Bunlar rahat şəkildə eləyəcəksən və yenə deyirəm bu Codera da elə MHM-inki bundan da rahatdır. 8'li say sistemində ən böyük rəqəmin simvolu 8'li say sistemində demişik də ən böyük rəqəm hansıdır? 7. Sonra burada 54'də 16'lıq say sisteminə keçəndə 54'ü 16'ya bölə-bölə gedəcəksən. Alınan qalığı arxadan önə doğru düzəcəksən. 13-də həmçinin. 14-də bəyaqları 1, 2, 4, 8 dediyimiz kimi. Ya yox, bu nədir? Hə, ona 10'luq say sisteminə keçirir. 10'luq say sisteminə keçəndə üstünə vurursan. 0, 1, 2 yazırsan 10'luq say sisteminə keçəndə. 10'luq say sistemi 0, 1, 2 sonra deməli 1 vurulsun 16 üstü 2, 2 vurulsun 16 üstü 1, 15 vurulsun 16 üstü 0 kimi yazıb adi qaydada toplayacaqsan. Bunları burada qeyri-adi biraz maraqlı testlərə gəlmək istəyirəm. Bunlar təkrarlarda hamısı. Təkrar, təkrar, təkrar. Bunlar heç. Bunlar yazacaqsan. Başqa burada nə var? Qeyri-adi suallar axtarıram. Say sistemlərlə bağlı. 41. 45. 41. 41'i deyirsən? Hı. İşte 7 dəl onluq say sistemində də 7-də. Hı. Ona qədər bütün say sistemlərində rəqəmlər 10-a qədər eyni, 9-a qədər də 0-dan 9-a qədər eyni gedir. 7 dələ burada da 7-dir. Ya bunu lap bilməsən də bir də başın üstünə 0 atırsan, 7 vurursan 8 üstü 0 yazırsan, yenə cavab 7 çıxır da. Sonra burada 45'e dedin ya yox. 45 də asandır əslində. ABCD verib, A'nın simvolunu 00 verib, B'nin simvolunu 01 verib, C'nin simvolunu 10 verib, D'ni də 11 verib. Sonra bunların yerini qarışdırıb, ondan sonra da 4-4 ayırıb, 1 2 4 8 1 2 4 8 1 2 4 8 yazıb, onu 16'lıq say sisteminə çevirib. Yəni qeyri-adi bir şey yoxdur burada da. Sonra burada nə var? Bunları dörtlük say sisteminə çevirəcəksən. Dörtlük say sisteminə çevirməkdə üçün hamısını onluq say sisteminə çevirəcəksən. Sonra onu 4-ə bölə-bölə gedib alınan qalığı arxadan önə doğru düzəcəksən. Olacaq dörtlük say sistemində.
Belə deyək, dördlü say sistemi zaten çox istifadə olunmur, amma bir də görsən misallarda rast gəlinir də dördlü say sisteminə. Əsasən bizə deməli bunlar hamısı onluq say sisteminə keçirtmədir. Onluq say sisteminə keçəndə də ki, başın üstünə 0, 1, 2, 3, 4 belə də yazırıq alınan misalı. Fərqini, bu fərqidir. Bunu öyrətmişdim də üstə çıxılma tərzin. Birdən bir çıxanda 0 eləyirdi, sıfırdan bir çıxa bilməyəndə ikili say sistemi deyənə qarşıdakından bir dənə 2 alıb qoyurduq üstünə, 2-dən 1 çıxırdıq, 1 yazırdıq. Burada qalırdı 1-dir deyənə burada qalırdı 0. Bunları bilirdiniz də, keçən dərs izah eləmişdim bunları. Müəllim, Aha. izahda Sonra, var idi. hə, bunları izah eləmişdim. Başqa burada nə var idi qeyri-adi görə? 8 sistemin ən böyük rəqəm nədədir? Ən böyük rəqəm nədədir? 7, 7-dir də. Sonra. Məsələn, belə məsələlərin də ən rahat yolu rəqəmlərə baxırsınız. İçərisindəki rəqəmi ən böyük olan rəqəm 7-dirsə, deməli bu 8-lik say sistemidir. Yəni bunu oturub misal həll eləməyə dəyməz. Bu misalların 100% belə deyə 99,9%-i ödəyir. Rəqəmin rəqəmlərin içərisində ən böyük rəqəmi götürürsən və hansı say sistemindədirsə onu 7 ən böyük say sistemi 8-dir də. 8-in ən böyük rəqəmi belə deyə 7-dir. Ona görə deyirsən ki, eləyir 8-lik say sistemində. Sonra təsvirində 296, hə. Bunun qaydasını yazdıracaqdım keçən səfər sizə. Prosta tələm-tələsik oldu, vaxt bitirdi deyə. Deməli, bunu mütləq şəkildə qeyd ediyin və keçən il mən iş illəri qəbul sualı idi bu sual. 296 ədədinin ikilik təsvir formasında neçə dənə sıfır rəqəmi var? Bu riyaziyyatdan keçdiyiniz, belə deyək də, A plus B-nin kvadratı var. Nə deyirlər o məsələyə? Riyaziyyatda. Müxtəsər vurma Müxtəsər düsturu. vurma düsturu. Ay, sağ ol. Müxtəsər vurma düsturunun açılışıdır. 296 2-nin qüvvətinə keçə bilmirsən. Amma 296-ya yaxın. Məsələn, bunu belə də yaza bilərsən. Əslində bu rahat misaldır, belə deyim. Bunu belə 2 saat müxtəsər vurma düsturu ilə yazıb aça da bilərsən. Ya da elə 296-nı ikilik edir də, 2-yə belə gedirsən, arxadan önə doğru bütün sıfırların sayını istəyir yalnız. Neçə dənə sıfır rəqəm var, onu tapıb yazırsan. Ya bu misalı o versiyanla da eləmək olar. Müxtəsər vurma düsturu ilə, yəni bunu belə deyim də, eləyə bilərik, problem deyil. Neçə yazacaq? Bunu 256-ın üstünə neçə gəlməlisən? 296 2-nin qüvvətinə şəklinə gətirməlisən də onu. Deməli 296-dan çıxırıq, 256-nı eləyir 40. Deməli 256 üstə gəlinsin 40 yazırsınız buna. Amma ehtiyac yoxdur, burada kvadrat yoxdur. Hə, yox, bu misalda kvadrat yoxdur. Ehtiyac yoxdur müxtəsər vurma düsturuna. Yox, mən elə bildim bunun üstündə kvadratdır ona görə. Ehtiyac yoxdur. Bunu hələ 2-yə belə gedirsiniz, yalnız sıfırları sayıb yazırsınız. Buna ehtiyac yoxdur. Mən elə bildim o misallardan da odur. Sonra müxtəlif say sistemlərdə hesab əməlləri. Burada da yenə ən böyük rəqəminə baxırsan 6, deməli 7-lik say sistemindən söhbət gedir. Burada baxırsan 9-dursa, deməli onluqda ödəməyəcək bu. Çünki 8 onluqda ödəsə 8 8 gələndə burada 16 eləməlidir. Amma 0 eləyibsə, deməli ondan böyük say sistemi olaraq 16-lıq say sistemindən söhbət gedir. Sonra 55 bərabərdir 45 bərabərliyinə əsasən x-i müəyyən edin. Bu da baxırsan 6-lıq sayısı 5-lik say sistemi ola bilməz. Çünki 5-lik say sistemində 5 yoxdur. Ən yaxın rəqəm 6-lıq say sistemidir. X-in yerinə 6 qoyub yoxlayırsan. Gör 45 eləyirmi? Deməli 0-1-i kestirsən 10-luq say sisteminə. Alt da 5-ün. 5 vurulsun 6 üstü 1 də. Hə, alt da 5-ün. Neçə eləyir? Ee, 30. Orada da eləyəcək 5, 35 eləyəcək. Deməli 6-lıq say sistemi deyil bu. 8-lik say sistemində 8 də 5-in 40 eləyəcək 5, 45. Deməli 8-lik say sistemindən söhbət gedir. Yəni bunları da bu minvalla eləmək olur. Yenə bunlar da yenə həmçinin 5-li 2-li say sistemi ola bilməz. Variantı əliyirik. Sonra 7-li ən balacası 7-dir. 7-lik say sistemində 10-luq da ola bilməz. Çünki zaten burada 10-luq verib. Burada bərabər olsaydı bu da 10-luq olmalı idi. 7-lik say sistemindən başlayırıq. X-i qoyursan 7-lik say sisteminə. 0-1 olaraq yazırsan. Gör ödəyir. 5-də 7-ün neçə eləyir? 35, o da 35. 6, 46 eləməyəcək. Onda 8-lik say sistemidir bu. 8 də 5-ün 40 eləyir, o da 6 eləyir 46. Eləyir 8-lik say sistemində. Da bunlara izaha ehtiyac yoxdur ki, çox. Bunlar rahat şəkildə həll olunması misallardır.
Sonra ən kiçik say hesablamanın doğru olduğu ən kiçik say sistemində ən böyük rəqəmli ədədi ikili say sistemində ifadə elə. Bunları yazmaqdan ötürü, deməli, hesablamanın doğru olduğu ən kiçik say sistemində. 1-in üstünə 6 gələndə 7 eləyir, 4-ün üstünə 3 gələndə 7 eləyir. Əslində bu belə deyək də, 7-li onluq say sistemidir, amma bunu onluq say sistemi götürə bilmərik biz. Çünki 8-li say sistemində də bu eləyəcək. Rəqəmi ən böyükdür, 7-li idi. Bu deməli 8-li say sistemində də həmin rəqəm eləyəcək. Bura 8 qoyub, bura 8 qoysam, yenə də 1-in üstünə 6 gələndə 7 eləyir, 4-ün üstünə 3 gələndə 7 eləyir. Deməli, bu bərabərliyi ödəyən ən kiçik say sistemi 8-li say sistemidir. İndi sənə deyir ki, 8-li say sistemində ən böyük rəqəmli ədəd nə idi? 7, 7. Həmindir bu 7-ni ikili say sisteminə ifadə elə. 7 də ikili say sistemində ifadə edəndə 1, 2, 4, 1, 2, 4 bu da eləyəcək. Hamısı 7 deyə 3-ü də 1, 1, 1, 1 olaraq qeyd olunacaq. Sonra buradakılar da yenə eyni misal. Məsələn 9-dur. Bu fikirləşərsən ki, onluq say sistemidir. Amma baxırsan 9 isə 7 gələndə 16 eləyir, 0 eləmir. Deməli ondan böyük say sistemidir. Orada da ki bir dənə say sistemi var. Mənim bir təkcə bax. Mən itirdim. Sən itirdin. Səhifə 17-yə. Hə 17-dən neçə? 9. 17-də 11-ci misala baxırıq hal-hazırda. Ha, bağışlayın. Oldu mənim. Çox sağ ol. Deməli, 12-ci sualda da həmçinin 4-ün üstünə 1 gələndə, amma ən kiçik say sistemini istəyir. Məsələn, bu belə bir hesablasın onluq say sistemidir. 4-ün üstünə 1 gələndə 5 eləyir. 3-ün üstünə 2 gələndə 5 eləyir. Amma ən kiçiyi deyir. O zaman baxırsan rəqəmə. Ən böyük rəqəm burada 5-dir. Deməli, altılıq say sistemindən artıq bu ödəyəcək. Mən bura altılıq say sistemi, bura altılıq say sistemi yazsam və ədədləri toplasam, bu da 55 eləyəcək. Və hətta bunu 7-lik say sistemində də qoyanda ödəyəcək. 8-likdə də qoysam eləyir, 9-luqda da qoysam eləyir, 10-luq say sistemində də. Amma ən kiçiyi 6-dan başladığına görə biz buna deyirik ki, ən kiçik 6-lıq say sistemi olaraq qiyməti veririk. Bax, məsələn, bu daha 6 və yuxarı. Bunu belə götürürük. 6 və yuxarı 14-cü sualdır. Bunları da ayrı-ayrıdır. Eyni əsasa gətiririk. Bu onluqdur zaten. Bunu da onluq say sistemə gətirib toplayıb cavabı onluq say sistemində alacaq. Sonra burada görək maraqlı nəyimiz var? Maraqlı nəyimiz var? 27 yaxşı oxşuyur. 27 yaxşı yoxşur, 27-yə baxaq. Oxşasın. 27-də nə deyir? Deyir ki, 10 bərabərliyin əsasını müəyyən edin. Heç bir şey. Bunu belə yazırsan da 0, bu kvadrat tənliyə də gətirmək olar. 2 dənə yolu var. 0, 1, 2 yazırsan 1 vurulsun n'in kvadratı. Üstə gəlinsin 6 vurulsun n. O da üstə gəlinsin 0'dır. Bunu yazmırıq. Bərabərdir. Bunu da yenə 0, 1, 2 yazırsan. Deməli 1 vurulsun n plus 1'in kvadratı olacaq o. Yəni n plus 1'in kvadratı. Burada n kvadratlar çox güman ki, ixtisar gedəcək. Üstə gəlinsin 3n plus 1 olacaq. 3n vurulsun 1. O da eləyəcək 3n plus. Deməli 3 eləyəcək mötərəzə açanda. O da plus 3n plus 1'dir. E 0'dır. O da adi qaydanan 3 olacaq. Heç nə bunu sadələşdirib n'in kvadratları ixtisar gedəcək. Sadələşdirib burada n'i tapacaq. O da səhv eləmirəmsə 7 mi eləyir? 7 eləyəcək çox güman ki. 6'ın üstünə 3 gələndə burada 2 də var. Deməli 9 eləyir. 2, 6, 6, 8 eləyir. Bir dənə bu misal bir dənə yazaq. Ya da bunun ikinci bir dənə yolu var. Qoy ikinci yolunu da deyim, rahat yolun. Bu çətin yoldur. Bunu belə də yaza bilərsiniz, problemdir. Amma bunun ən rahat yolu yenə də gəlirsiniz. Deməli bu hissəyə. Ən böyük rəqəmə baxırsan 6. Deməli bu hansı say sistemindədir? 6-lıq say sistemində ola bilməz. Çünki burada n istəyir. Mən bura 6 yaza bilmərəm. Burada ən böyük ədəd 6-dır. Deməli 4 də yaza bilmərəm. 4-lük say sistemində 6 yoxdur. 7. 7-lik say sistemindən başlayır və cavab 7 olaraq da elan olunur. Vəssalam. Bunun ən rahat yolu budur. 2 saat burada n'in kvadratını tapıb, nə bilim, diskriminant həll eləyənə qədər rəqəmə baxırsan. Sonra da yerinə qoyub, belə deyək də, dəstəyi verməkdən ötürü Yerinə yerinə qoyub qoyub. yoxlayırıq. Ay sağ ol, yerinə qoyub
yoxlayıb yaza bilərsən, amma heç ehtiyac da yoxdur. Yenə Aydın. deyirəm, 99,9 hardasa bir dənə orada bir sən harda şey eləyir, onluq say sistemində fərq verir orada. Yerdə qalan bütün hallarda bu misal ödəyir. Aydın müəllim. Sonra bu artıq küştürcü maşallah möhkəmləndirəcək ki. Yəni görək möhkəmləndiricidə nələr var. Onluq say sistemində verilmiş, cəmi ikilik say sistemində ifadə elə. Bunlar heç bağlanışıdır, bunu açacaqsınız. 512 2 üstü 9-dur, 2 üstü 8, 2 üstü. Bunları yazacaqsınız. Bunlar çətin misallardır. Bunlar rahat misaldır. 2 üstü 9-dan başlayacaq da. Deməli, bura 2 üstü 9 olmalıdır. 2 üstü 8, 2 üstü 7, 2 üstü 6, 2 üstü neçədir bu? 4, yox, 5, 4, 3, 2, 1, bu da 0-dır. İndi deyir ki, bunları cəmlə. Bunu da cəmi çox güman 1024 eləyəcək səhv eləmirəmsə. Bunları cəmləyəcəksiniz, sonra 2-yə bölə-bölə gedib alınan qalığı arxadan qabağa düzəcəksiniz. Yəni bu çox uzun uzadı da 2 saat bunu eləmək, amma sadə də misaldır, çox çətin misaldır. Sonra 2-ni dedim ən böyük say sistemi ilə. Doğrunun ən kiçik hesablamasına 2-nin üstünə bax 4 gələndə 6 eləyir. Bu onluq say sistemidir. Amma ən kiçik dediyinə görə rəqəmə baxırıq. 6-dırsa, deməli 7-lik say sistemində bu ödəyir. 7-lik say Ha. sisteminin ən böyük iki rəqəmli ədədi 6 6-dır və salam. 6 6-dır. 7-lik say sisteminin ən böyük rəqəmli ədədi 7 özü ola bilməz. Çünki 7-lik say sistemində 7 yoxdur. Eləyəcək 6 6. Bu da yenə eyni misaldır. Bunlar da heç bir dəfə onluğa çevirəcəksən, bir dəfə ikiliyə müqayisə eləyərək yazacaqsan. Bu cəmidir, cəmləri dedi. Burada qeyri-adi görüm nə var? Baxaq görək. Məsələn, 7 tipli misallarda verilmiş fikirlərə əsasən hesablamanın ən böyük qiymətini onluq say sistemində müəyyən elədir. A ədədi onluq say sisteminin ən böyük rəqəmidir. Onluq say sisteminin ən böyük rəqəmi nədir? 9. 9. Deməli, A 9-a bərabərdir. B bir tək ədəddir. Amma A B-dən də böyükdür. Deməli, 9-dan böyükdür. Tək ədəd hansı ola bilər orada? 9-dan balaca tək 7. ədəd 7. Ən böyüyünü soruşmur. Ən böyüyünü soruşur, hə, ən böyük qiyməti. 7. 7 eləyəcək və salam. Deməli, A Şimdi olacaq. onluğa keçib toplayacaq. Bu 9-luq say sistemi olacaq, bu 7-lik say sistemi olacaq. Sonra hər ikisini onluq say sisteminə çevirib misalları olduğu kimi Toplayacaq. toplayacaq. Bu da 9-da yenə eyni tip məsələdir. 10 da eyni say sistemidir. Üst-üstə gələcək. Sonra burada görək nə var. 25x-da, 43y-də. Bunu da baxırıq. Bunu da yenə belə də eləyə bilərik. Variant da yerinə qoyub yaza bilərsiniz burada. Məsələn, 25-i 5-lik say sistemində yazmaq olmaz. Çünki 25 ədədi 5-lik say sistemində olmaz. Bəli. Bu Bu A getdi. gedir. A Bu gedir. getdi. Y Y gedir. də getdi. B, Burada B də qalır. gedir çünki B də gedir çünki Y-də A 4 sağ ol. 4 Y-də 4 ola bilməz. qaldı. Heç bu da ola bilməz. Çünki Hepsi ikilik say qaldı. sistemi ola bilməz. Bir də qalır nə? Heç misalı yazmağa ehtiyac yoxdur. Variant qalır, misal qalır. C variantı. Yəni, variantla rahat şəkildə həll edib tapa bilirsən. O burslar da yenə həmçinin. Yox, gördüyünüz variantdan ortalığa bir şey çıxmır, alındıra bilmirsinizsə, variantı yerinə qoyub yaza bilərsiniz rahat şəkildə. Yəni, bax, bir də birinə baxırsınız, məsələn, 15-lik say sistemində çevirəndəki ədədlə bərabər, bunu da onluqsa, məsələn, 15 yazıram bura, buna da 9 yazıram, buna da 9 yazıram. Və görsəm ki, onluq say sisteminə çevirəndə hər ikisi mi bərabərdir? Hə, bərabərdirsə, deməli, biri 15-lik say sistemindədir, biri 9-luqdadır. Olmayacaq. Məsələn, bu ola bilməz. Çünki 4-lük say sistemində ola bilməz bu. Amma yerdə qalan say sistemlərində ödəyə bilir. Ona görə bunların variantları yoxlamağa dəyər. Sonra, burada başqa nə var? Hansı say sistemində 51 onluq ədədi 3 rəqəmi ilə qurtarmır? Heç nə, 51, bunları böləcəyik. Məsələn, 51-i 48-ə böləndə gör 3 ilə qurtarırmı? Qurtarmırı soruşur. Görün hansı qurtarmır. Bunları bölmək lazımdır. Tək-tək baxmaq lazımdır ki, hansı qurtarır, hansı qurtarmır. Məsələn, 18 tipli məsələlərdə, 18 tipli məsələdə məsələni oturub həll də eləyə bilərsən. Amma bir həll eləməkdən öncə birinci say sistemini tapmalısan. Baxırsan rəqəmlərə, rəqəmi ən böyük 6-dır. Deməli, söhbət hansı say sistemindən gedir? 7. 7-lik say sistemindən. A ilə B, Y getdi. Qaldı 7-lik say sistemi. 7-lik say sistemində də 2 dənə variant var. Qoyursan yerinə hamısına 7-lik, qızların yerinə hamısına 7 qoyursan, onluq say sisteminə çevirib hesablayanda adicə riyaziyyat 1-ci sinif, 2-ci sinif riyaziyyat məsələsi çıxır. 30 da alma var, məsələn, 21 də armud var.
və bunu cəmləyib bilmirəm, A dəqiqlici idi. Yəni burada C-ni nişanladım, amma dəqiqliyini bilmirəm C olacaq. Və oturub onları hesablayıb rahat şəkildə əsas say sistemini tapmaqdır. Ondan sonra riyaziyyat məsələsidir. Oturub yaza bilirsiniz. Əslində mən başqa tip məsələ axtarıram, sadəcə burada tapa bilmirəm. Məsələn, bunu da say sistemini soruşur. Hansı say sistemindədir? Baxırsan rəqəmlərə ən böyüyü 5-dir. Deməli, hansı say sistemindən söhbət gedir? Altılıq say sistemindən. Burada başqa əlavə olaraq, məsələn, bu da yenə hansı say sistemidir? Ən böyük 5-dir. Bu da yenə altılıq say sistemidir. Yenə deyirəm, sübut üçün yerinə qoyub rahat şəkildə isbatını da eləyə bilərsiniz. Amma yenə deyirəm də belə vaxt itkisidir sadəcə o. Hə, 29 tipli məsələlərə gəlmək istəyirdim. Bayaqdan mən sakit tapdım. Deməli, onluq say sistemində verilmiş. Əslində bunu izah eləmişdim keçən dərs sizə. 32 verilibsə, 32-ni 2 üstü 5 yazırıq və onu da 3-ə vururuq belə. Bu eləyir 2 üstü 5-i 3-ə vuranda 15 eləyir. 2 üstü 15-i 8-li say sisteminə deyəndə 15-i 3-ə bölürük. Çünki 8-li say sistemi yaddaşda 3 bit yer tutur. Deməli, tam düşür 5 dəfə. 5-də 3-ün 15 eləyir. Tam hissə qədər 0 var deməkdir burada. Bu tam hissə 0 deməkdir. Bax 0. Yəni bu qədər misalda 0 var. Amma qalıq hissəni hər zaman 2-nin qüvvətinə yüksəldirik. Bu başlanğıc rəqəmidir. Bu olur başlanğıc rəqəm. Bunu özünüzdə qeyd edin. Bu başlanğıc rəqəm. Başlanğıc rəqəm olur. Rəqəm. Yəni tam hissə 2-nin qüvvətinə qalxızıb başlanğıc rəqəm olur. Tam deməkdə qalıq hissə. Tam hissə isə nə varsa tamda o 0 deməkdir. İndi burada nədir bu? 2 üstü 0, 1 yanında da 5 dənə 0 olacaq. 1 yanında da 5 dənə 0 olur A variantı. Yəni 16-lıq deyəndə 4-ə bölürük. 8-lik deyəndə 2-nin qüvvətindəki deməli misalı 3-ə bölürük. Yeganə bölmədiyimiz ikili say sistemidir. Çünki ikili say sistemində hələ 2-nin qüvvətinin üstündəki nədirsə o qədər sıfırdır və hər zamanda ədəd 1 ilə başlayır və salam. Bir dənə bölmədiyimiz odur. Yerdə qalanların hamısını bölürük. Sonra burada nə var? 33 tipli məsələlər var. 33 tipli məsələləri də onluq say sistemidir. Qoyursan yerinə və salam. Onluq say sistemi yerinə qoyub misalı rahat şəkildə həll eləmək olur. Ədədi n plus 1-lik say sistemindədir ifadə elə. Bunu zaten onluq say sistemidir. Yəni bunun belə deyək də, bu da yenə yazılmamış qayda qanunlardandır. Amma yazılmamış olsa belə hər zaman onluq say sistemində ödəyir bu misalların həlli. Başqa burada nə var? Onsuz da mən inanmıram, MHM-də o qədər dərin olar. Bilən baxım MHM-ə say sistemlərini nə qədər ayrıblar vaxt. Səhifə 55-dən başlayır test. 55-dən başlayır cəmi 148 dənə, 150 dənə sualdır. Əminəm ki, 150 dənə bir nəfəs eləməyəcəksiniz. Yəni, buna çox əminəm. Yanılmayayım, amma eləyim. Yaxşı, mən anladım. Deməlim, sən deyən olmadı. Yazdım. 168. Hansı? MHM-də? Deməli, MHM-də say sistemləri başlayır 168 dənədir variantda olan. Bir də diqqət tələb edən suallar da var. Məndə niyə 150 dənədir? Bilmirəm. Səhifə 55-dən başlamır MHM-də? Hə, səhifə 55. Ay, sağ ol. Səhifə 55-də mən o birisinə baxıram. Diqqət tələb edənə baxmıram. Gözləyə bilərsən təyyar. Yaxşı, onda diqqət tələb edənə qədər eləyin, yerdə qalanı qalsın. Oldu müəllim. 168 dənə test oldu. İndirim eləyirəm. Çox sağ olun. Ondan Mən- sonra keçərik bunlara. MHM, Codera'da say sistemləri qəşəngdir. Mən xoşum gəlir Codera'dakı say sistemlərinə. Daha Hə, maraqlı. maraqlıdır. Ya da dimdəkilər Mən daha 46 maraqlıdır bu arada. Dindəkilər yaxşıdır. Bugün sinifdə onları işlədim də mən. Və MHM-in hələ, MHM deyirəm, Codera'nın hələ buradakıları da var. Bunlar da çox qəşəngdir bu məsələlərdir. Bunlar gələndə daha geniş, çünki vaxtımıza 2 dəqiqə qalıb. Məsələn, bu məsələlər artıq demək Hərf ki, məsələsi, mən bilmirəm. Hərf məsələsinin hələ yadımdan çıxıb. bunlar Hə? 12 tipli məsələ.
Bəli, bəli, bəli. Hə, onlar Ünvan. rahatdır. Onlar artıq demə də salınıb. Onlar da gələn dərs rahatlıqla ikinci Heç asan versiyada. görsəm belə gözə. Asandır. Bunlar çətin məsələlər deyil ki. Bunlar asan məsələlərdir. Əslində bunlar da say sistemlərinə elə belə məsələ salsınlar uşaqlara. Nəinki o düz deyil, say sistemlərinə çox elə çətin suallar salmırlar. Maksimum ya 43 tipli sual salırlar, ya da ki indi bu illəri dəb salıblar da bunu çox güman ki bundan salacaqlar. İndi bu illəri görək nə salacaqlar. Gələn ildə biraz ondan bir qat çətin salacaqlar da, çünki hər il çətinləşdirilir. Bəli, başlayaq say sistemlərin ləp əvvəlindən. Bəlkə çətinləşdirilmişlərdən başlayaq, lap sıfırdan başlamayaq. Bəli, Çünki sıfırdan başlamaq məncə mənası yoxdur. sıfırlar möhkəmləndiricidən Müxtəlif say başlayaq da. sistemlərində hesab əməlilərindən başlayaq elə. Səviyyə 17. Aha, deməli. 2 nöqtə. Dəqiqə açım mən də öz kitabımı. Səhifə 17. 10x plus 5 40 çıxdı. Səhifə 17. Başda birinci Bəli. sualdan. Birinci sual. 2.4'də həm. 35 plus 25 62'dir. Burada 7 say sistemindədir. Hı -hı. Səhifə 17 mən də açım bir dəqiqə öz kitabımda. Çünki mən burada variantları düzəltmişəm özümkündə. Ha, oldu. Mən bir daha düzgün hesablayayım bunu. 13 bir gəldi bura 6. 63 elim aldı axı 7-də onda. Nə səhv hesapladım mən. 8-likdə olsa Hı -hı. 5 5. Ha, 8-lik sistemdir. 8-likdir müəllim. 8'li say sistemi olacaq. 7-likdə hesablayanda 63 alınmalıdır orada. 7-lik olsaydı. Mən bunlar bugün niyə qoydum? Dəqiqə. Yusuf, dinən dərsdədir. Hə, bir dəqiqə. Hı -hı. Valideynim qardaşıma zəifləmişdi, ona görə. Aha. Deməli, səhifə 17-dən başlayaq. Səhifə 5-dir bu. Səhifə 17 ilə bu niyə səhv açıldı? Ay, götürüb səhv açmışam səhifəni. Hə, vəsəm. Ekranı görə bilirsən? Bəli, bəli. Deməli, Birincisi A birinci nə variantı deyil. olacaq? A. Birinci olacaq A 7 variantı. olsaydı müəllim 63 olmalıydı orada, amma 8 Aha. olanda düzgün gəlir A variantı. Sonra 2-də birən baxın. 8 bir 8 də 6. Burada bu da 8-lik say sistemidir müəllim. o da olacaq 8'li say sistemində olmayacaq. 8'li say sistemi ola bilməz. Axı o 8'li say sistemində 8 Abi, rəqəmi var. bağışlayın müəllim, bağışlayın. 16'lıq da onda. 16'lıqdır. Sonra 3'də 3-də 0 1 qoyduq. 10 yox, x 5x plus 5 40. X burada nəsə? 5x plus 5 45. 5 0 40. X 8. Çıx. neçə oldu? 8. 8'li say sistemi. Sonra 4'də 4'də 6 getdi 40. Yenə 8'lik. Sonra 7'də 0 1 1 7 6. Nə 2'yə vuranda 3'lük say sistemi. 7'də Bəli, 5-ci sualda. hə, 5-ci Üçlük sualda 3'lüydü, hə. Bu 6, 7, 8 ötürək çünki təkrar suallardır. Bəli, o günə 9 Hadi indi. vaxtımız getməsin. 9 da eynisidir, sadəcə ikiliyə çeviririk. Yenə də deyim. Aha, keçək bir dəqiqə. 1 plus 6, 7, 8'lik say sistemidir. 8'lik say sistemində də bu variantıdır cavab. 9'da.
Deməli 8, 9. 9-u heç. Bəli. 10 da, 11-də. 11-dən bir dənə 11-ci elə. 11-ci sual. Oldu. Sən bunları 9, silim 7, mən. 0 elədirsə 16-lıqdır müəllim. Hmm. Bunu bir dənə pozanı silim. Bunun üstündən olmasa ekran getməyəcək. 16-lıqdır müəllim. Çünki yəni topladım da sadəcə 6-6. Aha. Deməli 11-dən neçə eləyəcək? 16-lıq say sistemi. Hava. Sonra bunlar heç. Bunlar sadə misallardır. Ötürək Bəli. bunları. Bunların 127-yə baxaq. 27-yə. 27. 27. 160 yəni. Bunu onluğa çevirəcəyik. İkisini də elə hesablayacağıq Aha. demək. Deməli neçəli say sistemi olacaq? Amma onun yerinə demişdiniz ki, deyəsən elə n-in ən kiçik qiymətinin Ay davamında. sağ ol. Все. Cavab nə Y gedəcək? variantı getdi. 7-li say sistemi olaraq qeyd olunacaq. Sonra 2.5-dən. Nə? Hə, 2.5-in birinci hə. sualına bax, amma asandır birinci sual. Bunu Hə, zaten bəli. bilərsən. Birinci sualın deyim, 2 dənə 1 qoyulub, elə 1024. Aha. Deməli 1024 də çevirəndə o da belə gedir. çevirəcəksən. Ay sağ ol, belə gedəcəksən. İkinci sualı. 2-yə bax. 2. 2. Nə, 2 də 22, 34, 56. Doğru olan 34-ün altında heç nə verməyiblər axı. Mən bunu nə götürüm indi? Nəyi? 34 nə, hansı Onluq say say sistemləridir? sistemidir də, çox güman ki. Hə, Sən olmadı. X-i istəyirdi, onsuz da. Hamısı onluğa keçirəcəm elə. 2x plus x plus 34 bərabərdir. Ya 2x plus 2 plus 34 bərabərdir 5x plus 6. 2 keçəcək bu taya. Elə 34 də keçəcək. Hı -hı. 2 keçəcək bu taya. Neçə eləyəcək bir dəqiqə? 6-dan 2-sini çıxanda neçə eləyirdim mən? 4. 4 qalır orada. 34-dən 4 gedir. 30. 2x plus 30 bərabərdir 5x. Bu da elə Yaxşı, sən şeydir. nə hesablayırsan o Onluq qədər sayı. uzun hara gedirsən. Ən Onluq böyük sayı. Elə rəqəmi onluq neçədir? sayı. Ən böyük 6. rəqəmi neçədir? 6. Deməli bu 6. hansı say sistemindədir? 7. Vəssalam, 7-li say sistemin ən böyük rəqəmi hansıdır? 66. Saatda Amma 66. burada onluqda da axı müəllim deyəsən. Deyil, Zaten deyil. bu Baş. ən Baş kiçik verin müəllim. onluqdadır, amma ən kiçikdir axı. Deməli bu 7-li Bəli, say haqlı. sistemində də ödəyir də bunu. Mən bura 7-li say Bəli, sistemi, buna da 7-li say sistemi qoyanda 2-nin üstünə 4 gələndə yenə 6 eləyir. 2-nin üstünə 3 gələndə yenə bəli. 5 eləyir. Bu ən kiçiyi 7-dən başlayır da 8-li say sistemində də ödəyəcək bu. 9-luq say sistemində də Aydın. ödəyəcək bu. Amma ən kiçik dediyinə görə Aydın. 7-dən başlayacaq ödəməyə. 7-nin də ən kiçik say ən kiçik rəqəmi, ən böyük rəqəmi Ən neçədir? böyüyü 66. 6, 6 o da eləyəcək 66. Sonra burada Neçəyə baxın? baxıram görüm. Maraqlı sual axtarıram əslində. Bunlar heç, Oldu. bunlar sadə suallardır. Yazacaqsan bunları. 7-ci suala baxaq. 7 yanına. Verimli fikirə əsasən hesablamanın ən böyük qiymətini onluq say sistemində müəyyən edin. Bir A ədədi onluq say sisteminin ən böyük rəqəmi 9, B təkdir, A B-dən böyükdür. 9 ən böyüyündə deyirsə, 7-likdə olacaq bu. A B-dən fərqlidir, hə, kiçikdir. B 7 olacaq, A 9 olacaq. İndi Ən hesab olsun böyük. cavabı neçə alacaqsan? 7-yə eləyəndə 49 plus 14 neçə eləyir müəllim? Dəqiqə 49, 53, 63 plus 121-də 63 plus 18, 81, 81-in də üstünə yenə 81, 162-dir cavab. Yox, deyil 162. Dəfə hesablamasa 164. vardı. Bəli, 164 164-dür. eləyir. 164-dür çünki mən o birləri, üstü Ay, sıfırları hesablamadım. sonra bunlar heç bunlar asandır. 7-9 da eyni 7 tipindədir. Bəli. Bu da eyni tipdir. Minus qoyduqlarımı yaz ha, amma sonra. Tabelə ötürmə üstündən ki. Onsuz da MHM işləyəcəksən. MHM-in say sistemlərini işləyəcəksən. Sonra Oldu. burada heç bunlar sadə misallardır. Mən bir şey soruşa bilərəm. MHM asandır. Onun yerinə Asandır. koderadan işləmək olarmı? Onsuz da başa düşürəm yəni. Və mənim üçün heç problem yoxdur. MHM ilk başlayanlar üçün MHM rahatdır.
Amma MHM onsuz çox asan çətinləşdir. gəlir mənə. Hə, yamaşı masantoda. Çünki yamaşı bilsən kimlər üçün çətin Bəli, olur? Sıfırdan başlayan uşaqlar üçün birdən-birə kodiyaya düşəndə uşaqlar qorxurlar. Çünki normal. amma MHM-i yazan istərsiniz kodiyada yaza bilir. Söhbət oradan gedir. Amma Amma belə məsələn sənin üçün asandır da sən bilirsən. Amma məsələn başqa şagirdlə işləyəndə mən birdən-birə kodiyaya başlaya bilmirəm uşağını. Baxır uşağın aydın. Onda mən tempinə də belə Koderadan deyim. işləyirəm. Amma məsələn uşaqlarım var ki, mən birdən-birə koderadan başlayıram. Amma uşaq da var ki, MHM-lə başlamaq məcburiyyətindəsən. Belə şeylər var. Aydın. Heç nə sənlə koderadan keçər. Çünki zaten MHM eləyə bilirsən sən. Bəli, artıq Koderadan da işləyə bilirəm də yəni. Kodera onda işləyir. Amma boş qalan minusları qoy qabağında. Boş qalanları yazacaqsan, gələn həftə Oldu, bir yoxlayacaq. dənə olmaq. Hələ ki minus var. Düşünmürəm. Hansını elə bir belə elə də. Hansını yazmışıq onun qabağına plus qoy. Qalanları bil ki yazacaqsan. Ha, onda bir dəqiqə. 1-i dedik, 2-ni dedik, 7-ni dedik, bu qədər. 7 dedi. Hə, Sonra 11-ə baxaq. X, Y-in 11. ən kiçik qiyməti. Verilmiş bəri x, y-in ən kiçik qiyməti 6, 5. Yoxdur. Yoxmuş. Birinci 6 olacaq ya da ikinci 5 olacaq. İkinci Onu 5 bilmirəm. olacaq, onu 100% Düzdür, tapmısan. düzdür, İkinci düzdür. də 5 olan gör buradan hansı variant var. Düzdür. Düzdür, bir Vəssalam da dənədir. C variantı da. Buna da plus İnformatikanın qoydum. belə variantla işləməyə adama xoş gəlir. Çünki Bəli, variantla işləyən daha tez çatırsan. bəli. Mənzilə daha Az tez. dillə buna keçəndə həqiqətən adamın içi açılır. Eyni açılır adamın. Neyse, ən kiçik qiymətində birinci 5-dir. Yox. İkinci 5-lik say sistemdə, yəni 9, 5. C olacaq da. Yox, olmayacaq, bir dəqiqə, 17 də var burada. Bunu indi 10-luğa keçid verməliyəm də. Hı hı. Eləyim. Hansını yazırsan? Mənə bir Şey, diqqətlə deyim. Mən burada 19 mən nişanlamışam. 12-yə Sən hansını baxırdım. yazırsan? Neçə 12-yə Hə, mən baxırsan? 12-yə baxırdım. Heç nə baxaq. Problemdir. 12 də, burada 10-luğa keçdim deyirəm. 4y bərabərdir x, x plus 3, Hansıları 4y, yazarsan, yaxşı. Əvvəl aşağıdan başlaya 17, D bilərsən. variantı, D variantıdır. 17-lik say sistemindən 5-dəyə. 17, biri də 5 olacaq. Süməli. Sonra 13-ü rahat yaza bilərsən də. Məncə 13-də belə Bəli, bir bəli. böyük bir problem yoxdur. Alt-alta yazıb toplayacağım da, yəni çox mənası yoxdur. Aha. Sonra burada nə var başqa bilirəm maraqlı. Hansı sistemdə 51 13 rəqəm qurtarmır. Bunlar heç 15-i belə-belə gedəcəksən. Bunlar da rahatdır. Məncə elə də çətin bir Bəli. hesab olmayacaq. Məsələn 13-ü yazmağa ehtiyac var. 18-i yazmağa ehtiyac varmı səncə? Meyvə ağacında 32 alma, 21x, 5. Azar cəmi 63-dür. Yox, onsa bunu şifahi demişdik keçən dərs. Aha, keçən Hamısını dəfə onu toplayırıq. demişdik. Hansı say sistemində 63 Vəssalam. olur, tamam. Burada belə olur da 6 ən böyük rəqəmsə söhbət 7-lik Bəli, sistemindən gedir. bəli. Sadəcə 7-ni 7 qoyub isə də yerinə. toplayırıq bunları. Vəssalam toplayacaq. 30 Sonra Elə şey 56 edir cavabsa eləmirmiş bax. 4 də var elə toplayırıq. Məsələn 29-u keçən dərs izah eləmişdim. Yadında qaldı 29. Onun sayısında verilmiş 33 3. Elə 32 üstü 3'ü şeydir. 2'nin qüvvəti kimi göstərmək olar da. 32-ni 2-nin qüvvəti necə göstərəcəksən? 2 üstü 15'dir burada. 2 üstü 15, sonra 15-i niyə böləcəksən? 2 üstü 3'ə. 2 üstü 3 deməyə də 3-ə böləcəksən deyək. Ha, 3'ə bağışlayın. 3-ə böləcəksən neçə dəfə 15'i 3'ə düşür? böləcəm. 5. 5 dəfə eləyir Hə. 15. Demişdim axı qalıq. Nə olacaq? 2-nin qüvvətinə yüksəldirik. Bu rəqəm başlayacaq 1 rəqəmi ilə. 2 üstü 0 neçə eləyir? 1. Arxasında neçə dənə rəqəm olacaq? 5. 5 dənə 4. 0. 5'miş 5. 5 dənə 0 olacaq. Bəs A variantı olacaq. Sonra Abi 5 neymiş neyse. 30-u necə yazarsan? O da Kusura o eyni. bakın. Dedi bir də 30. 10'luk sayı sistemində verilmiş 809. Yenə şeydir. Yenə 2'nin qüvvəti şəklində göstərəcəm. 9 vur 3 neçə 27'ni böləcəm 4'ə. Qalıq qalacaq. Qalıq qalacaq 3 səhv eləmirəmsə. 2 üstü 3 Hadi neçə qalıq 3 eləyəcək? 3 ilə başlayacaq. Başlayaq. 3 ilə başlamaz.
Neçədir? Qalığı 2-nin qüvvətinə qalxızırıq həmişə. Yadında Hə, saxla. Qalığı 3, 2-nin 2, qüvvətinə. 8 A variantı. Ay sağ ol. 8-lə tam ədəd qədər 0 deməkdir. Qalığı da hər zaman 2-nin qüvvətinə qalxızırsan. Aydın. İndi ona baxıb 31-ə yaz, 31-ci misalı Oldu möhkəmləndirək. müəllim. Onluqda 4 üstü 7. 2, 7. 2-ni 7-yə vuranda neçə? 14. Hı -hı. 16, 4. 14, 4'e 2. 2, 2, 4. 4 arkasında neçədənsə 7-dən 0. D 4 variant. olmaz axı. D müəllim. 6 dənə bir dəqiqə. Ya bir dəqiqə. Mən nəyə baxıram? Hə, 31-ə baxırıq. az 4 üstü 7, 4 üstü, 2 üstü 2, 3 üstü 7, 2'nin 7'ye 14, 14-ü 4-ə 4 böləndə neçə dəfə düşür? 2 qalıq qar, 2 üstü 2, 4, 4 ilə Ay başlamalıyım. 4. Arxasına isə 0 Tam olacaq. böləndə 3, 0 niyə qaldı mənim? 7, 0 eləməli deyil. 7 dənə. 14-ü 14'ü, 4-ə böləndə neçə dəfə düşür? Yaxşı, gəl bir bölək. dəqiqə, bağışlayın mənim. 14-ü böldün Mən 4-ə. 14'ü 2'yə böldüm ya ona 3 görə. dəfə düşmür. Deməli, tam ədəd qədər 0-dır. Aydın mənim. Mən Qalığı da 12'yə 2-nin böldüm ona qüvvətinə də. görə. 4, elə bir 2 qalacaq burada. 2 üstü 2. 4 yanında da 3 dənə 0 olacaq. Bunlar Aydın. qaydadır. 32 də yenə həmçinin. Bəli. Onu da deyim. Mhm. De. 16 üstü 5, 4, 5, 20. 22'ye böləndə elə qalıq 0. 1 ilə başlayacaq, arxasında da 10 dənə 0 olacaq. Bu Vəssalam. variant. Sonra 33-ü necə yazarsan? 33'də nə deyir? En ədədinin en üstü birisi iş say sistemini ifadə edir. Əvvəlcə bu onluq say sistemini çevirəcək. Yox, elə verilib. Onluq say sistemində belə verilib. Neçə olacaq bu? E, hmm, e, köşklərini tapmaq olar mı? Bunu bilmədim müəllim. Hı? Bunu bilmədim. Niyə? Onluq say Yəni, sistemində verilib n-in kvadratı plus 7 plus 9 verib. çevirəcəm Deyir ki, enə. ədədin n plus 1'lik say sistemində ifadə edin. Bayaqları onluq qoymadın yerinə. Yaz da eyni qaydanı qoyacaqsan da. N-ə 10 qoydunsa neçəlik say sistemi eləyir o? N plus Aa, 1. bir dəqiqə, hə. Ha, onda şey 179, onda 11'e bölə gedəndə neçə? 11'e Eləyir böləndə 150. Eləyəcək. 150 çək. 1, 5, 3 qalır da. O da arxadan qabağa düzəndə bəli, bəli. 153 eləyir. Sonra burada nə var? Ay, burada maraqlı nə var? Baxaq görək. Maraqlı misallardan. Bax, məsələn 37 də eyni tip misaldır. 37 də eyni tip Getdi misaldır. Bunu baxım yazar. ona. Baxırsan, hə, bax. 37-yə də Onu bax. səslən. Hə, eyni elə. Enə 10 verəcəm bayaq dediyiniz kimi. Vəssalam. 11'e çevirəcəm. 289'u böləcəm 11. O da eləyəcək. 2 bir qalıq qalır, 4 bir qalıq qalır, 3 də bir qalıq qalır. Arxadan önə doğru düzəndə Yəni 243 243. eləyəcək. Sonra burada nə var idi maraqlı misallardan? Məsələn 39-u bir dənə yaz. Görüm yaza biləsən. Oldu. 8, 5, 32 onluq. Nə sıfırlıq ədəd yazdım məndə. 8-lik say sistemində ifadə eləyin deyir. Bu nə 39-da, onluqdur o 16-lıqda indi. 8 üstü 5-dir. Üstünə gəlsin 32 üstü 2-dir, 62. 10-luq say, 16-lıq say sistemində ifadə elə deyir. Bu onluqda verilib indi müəllim. Bunlar 10-luqdadır, hə. Hə, 10-luq oldu. ədəd deyir də Ə, daha. 2 üstü 5. Nəysə elə çevirib toplayım. 2 üstü 3, 5, 15 neçə? 32 mindən neçə? 16 bölündü. Elə eləmək tənsə birbaşa şey. Qüvvət şəklində yazsam daha düzgün var da. Hamısını 16'lığa çevirim ondan sonra toplayım. 2 üstü 3, 15. 15'i 4'e böləndə qalıq 1. 1 ilə şey 8 üstü 5 1 ilə başlayacaq. Arxasında da neçədən 0 olacaq bir dəqiqə. Bir dəqiqə 1 ilə yox 3 ilə başlayacaq. 3 dənə də 0 olacaq arxasında. Toplama deyə o. Düz. Hə, birinci Hə? yazırsan, hə, yaz.
Hesablayayım. Hesabla 3 düzgün şəkildə. plus 5, 2, 10, 10'u 4'e böləndə 2 qalıq qalır. Arkasında da 2 dənə 0. İndi 62'ni də bölə-bölə gedəcəm. Yəni 16'ya böləndə qalır 3. Qalıq da 14. 14'ü də böləndə bölünmür elə. 143 olacaq bu səfər. Nə Yox, var? Nə varsa. 142'ye Yazar. 142. Bax, 142'de 8-i nə yazdın? 2 üstü 15 düzdür. 3 o da 5-də. 15 eləmir. Hı -hı. 8-i. Üstə gəlinsin. 32-ni 2 üstü 5 yazdın. O da 10. 2. Verir 2 üstü 10. 62 də olduğu kimi saxlaya bilərsən. Ehtiyac yoxdur parçalamağa. O həqiqi 62 mən çevirməyə çalışıram. Deyirsən ki. İndi 15-i 4-ə böləndə neçə elədi? 3 qalıq 3. Deməli 15-i 4-ə böləndə neçə dəfə düşür? 3 3 dəfə arxasında düşür. 3 dənə. Eləyir 12, 3 də qalıq qalır. 2 üstü 3 neçə eləyir? 8, düzdür? Az 8 8 ilə arxasında başlayır. 3 dənə 0. 8000. Onda bu da 4000 olacaq. Onu da bölürsən yenə təzədən 4-ə. Neçə dəfə düşür? 8462. Yox. Eləyəcək 2 üstü 2, 4, yanında 2 dənə 0. Bəli, Düzdür? 400. Sonra indi 62-ni də adicə 16-ya böl. Qalıqları düzdür arxadan qabağa. 62 ilə nəysə bir dəqiqə 62 olduğu 62. kimi böləcəksən də. 62 16-ya böl. 3 qalıq da 14 qalırsa bəli olacaq. 314 Neçə dəfə düşür 62-nin 16? A variantı. Mənim. Tapdın. 84 mi? 314. Yox, bir dəqiqə. Hə. 62 16-ya böl də. Neçə eləyir? 3 qalıq 14. 3 qalıq 14 eləmir. 3-də 16 neçə eləyir? 18 bir 48. yadda 3-də eləməz axı. Çox eləyər bu. Mənim 48 qalıq da 14 qalır da. Bu 48 eləyir. Qalıqda 14-ü nətər yazacaqsan? Y. Y. Bu Ay, sağ ol. 3 Y. İndi bunları üst-üstə gəl də. Bu 4 bu eləyəcək. Bu da 3 Y eləyəcək. Yoxsa? bu variant. Mənim 84 3 B. Bəli. Hı? Bəli, bəli. Bunu tapdıq. İndi eyni templə 40-ı yaza bilərsən? Yazıram müəllim. Yaz. Yəni Yaz. eynisini sadəcə 8-yə çevirir. Sadəcə 8-yə. Hə. Yəni 16-da aldığım cavabı 8-yə çevirsəm olar. O, o ağ eləmə. Yaz. Normal şəkildə yaz. 40-ı yaz. Düşün tələsirsən. Hara gedirsən? 15 8-ə böləndə 7 qalıq var. 1 7 qalıq. 2 1 2 3 4 5 6 7. Plus bu niyə müəllim 2 ilə başlamır? Müəllim, bu niyə 2 ilə başlamır? 15-i 3-ə böl də neçə eləyir? 3. Bir dəqiqə 3-ə bölürəm, mən 8-ə Ay bölmüşəm. 8-li say sistemidir axı. 3-ə bölürsən də bir Müəllim, mən 8-ə bölmüşəm. Dilim yorğunluğu işləmir. nəzərə al. Nəysə 15-i 3-ə elə tam olur. 1 ilə başlayacaq ona görə. 5 0 1 3 5. Elə A variantı ola bilər. Ola bilər, yox. Allah Allah, Olsun. 32 ilə hesablayacağız. 2 üstə 10, 10-u 3-ə böləndə 1 qalır, 2 ilə başlayacaq onda. 1 qalır, 3-dür cavab, 3 0. Üstündə 62-ni də çevirəndə 3-ə böldük. 3 20 20 çıxır 60-ın qaldı 2. 20-ni böldük 3 qalıq 2. 6 böldük 3 qalıq 0. Burada da
2. Bu da 3'e bölünmür. 2022. Elə A variantı deyil. A da o A olmağına. Amma ki, misal olaraq dedim, yəni hesabla gətir ortalığa ki, A'dır. Oldu. Sonra 41 də yenə 41-i müxtəsər vurma düsturu ilə eləyəcəksən. Toplaması çıxması şəklində. Yəni hansı? 41-ci suala bax. 1024 plus 1024 1'in plus 1-in kvadratı. kvadratı eləyəcəksən. Onu açıb, sonra 4-lü 4-ə bölə-bölə, 4-ə böləcəksən qüvvəti şəkillərin. 1024 çevranda 3072 edir də. Sən niyə vururuq ki? Düstur elə deyildi müəllim. A plus B-nin kvadratı çıx 3AB. Yox, yox. Nağas. 2AB idi. Heç bir şey deyirdi. A plus B-nin kvadratı müxtəsər vurma Toplama. düsturu. A, Bunu o, aç. ay da. Bunu aç. Vəssalam. Yəni mən A kvadrat plus B Yo, kvadratını yo, şey ehtiyac edirdim. yoxdur ona. A plus B-nin kvadratı müxtəsər vurma düsturu. A Bəli. 1024 plus 1-in kvadratı. 1024-ün kvadratı plus 2AB idi. Elə Bəli. açılır da A-nın kvadratı plus 2AB plus B-nin kvadratı. 220 plus 220 plus şey 2048 plus da 1. Hı -hı. Sən bunu indi hesabla hamısın. Kağızda hesabla. 220 neçə idi ki? 2 üstü 10. 2-yə vuranda 220 eləyir də. 23-ə böləcəksən. 3 4, yo 4-ə 16 sayı demir. Hə 5 1 ilə başlayacaq onda. 1 ilə başlayacaq, arasında 5 dənə rəqəm olacaq. A getdi, D qalır, B qalır, Y getdi, C getdi. Hı -hı. 1048 eşitdir 11-dir, böləndə 2, qalıq 2, qalanda 0. Elə D variantı müəllim. Niyə? Bax, niyə D variantıdır? Çünki mən 2 ilə başlayır, arxasında 4 dənə 0, 3 dənə 0 qalır, bir dəqiq. Normal misal elə. Normal misal. Normal. 1024 birincisi B variantıdır. D4. 1024'ün kvadratı 220 eləyir. 20'ni böldün 4'ə neçə dəfə düşür? 20 bölündü 4-ə 5 5. dəfə. 0 qalır da 2 üstü 0 1 eləyir. 1 yanında 5 dənə 0 yazırsan. Elə. Üstə gəlsin 2AB var. 2AB 1024 o da elə bir 10 11 11'i bölürsən 4'ə. 11'i 4'ə 11 böləndə bölündü. neçə dəfə Ya düşür? 3, nə 3, 2 qalıq 3. Düşür 2 dəfə. Qalıq neçə eləyir? 3. 3 eləyir. Deməli 2 üstü 8 yanında 2 də 0. Düzdür? Evet, 2, Deməli bəli. 8 yanında 1 yanında 5 dənə 0 var idi. 8 yanında 2 dənə 0 var. Sonra Ama axırıncı qüvvədə nədir? qaldırmalarını unuduram ya. Bir də 1 var da ən sonunda. Vəssalam. Bəli. Eləyir daha. Aa, bu daha. Mən 8 yanında qüvvətə 2 də. qaldırmağı hər dəfəsində unuduram. Sadəcə riyazi hesab. Misalı həllilik qutarırsan, hövsəlin çatmır misalın sonuna qədər gələsən. Olmur axı elə yadından. Sonra bu misal sabahları özləm. Say sistemlərindən bu tipli misallar düşür. Ha, sırf məsələn imeni də belə də düşməsə neçə dənə 0 var, neçə dənə 1 var, neçə ilə başlayır, neçə rəqəmli ədəddir. Anladım. Belə tipli daha çox verirlər artıq. Ta belə çevrilmələrdən onsuz da qəbul sual düşmür. 42-ni evdə yazarsan, sonra Oldu. burada nə var? Gələk biraz maraqlılara. Başdan sona işləyəcəm hamısını elə. Hamısını işləyəcəksən onsuz da. 45-ə bax bir dənə. Elə 2.5-i verərsə 109 dənədir. Neyse 45. Onluq say sistemində rəqəmləri fərqli olan ən böyük 2 rəqəmli ədədlə ən kiçik 2 rəqəmli ədəddən fərqli. 99-dan 11-in çıxacamdır. 10-un çıxacam, 89-dur. Heç rəqəmlər fərqlidir. 98-dən 10-un çıxacam elə. O da 88-ci. Bəs belə çətin misal deyil idi sadəcə. Bəli, səhv oxudum. Sonra burada bu heç bunlar. Hə, ən böyük ədədləri müəyyən. Məsələn, 50-ci sualı necə yazırsan? 50-də 7. Necə yazırsan onu? Ən, Müqayisəni ən bilmirsən də başda yəqin. gələn onluq say sistemi ilə eynidir müəllim.
Müqayisə edirik də 10 onları. bəli. Aha. Təhrik, mən belə deyirəm. Təhrik, onluq sistemdə təhrik, onluq, 100, minliyə baxırdıq. Burada da ən başdan belə gəlirəm. Məsələn, G-də 1-1-1 başlayıb, o birinin Ay üstündə sağ. 1-1-1 başlamayıb. Demək A variantı getdi. İkinci bir-birdir. Bəli, D də getdi. Bunlar daha bəli. böyükdür ondan. Sonra Bəli. üçüncüdə C ələnəcək. C Bu da getdi. B də gələcək. ələnəcək. Bir də yerdə qalır. Y variantı. Y. Yəni bunları çevirib belə baxmaq məntiqsizdir də, vaxt aparır. Bəli. Sonra Gərəkdir. burada başqa görən nə var? Burada maraqlı görən nə tapırıq sənin üçün? Bir dənə qəşəng sual tipi tapaq. Bunlar heç, bunlar çevrilmələrdir. Bunları yazacaqsan. Bunlar hamısı çevrilmələrdir. Bunları əminəm ki, yazacaqsan gedəcək. Bunlar heç. Bəli. Burada görək başqa nə qəşəng maraqlı sual qalıb. 7-lik say sisteminə çevirmə, 16-lı say sisteminə çevirmə. Bunlar heç bir şey. Kodlarının cəmini tapın. 75-ə baxaq. Bir dəqiqə mənim səhvəm çevirir. 75 nə deyir? Simvollar 1, onluq kodlar 49. Verilmiş kod cədvəlinə əsasən 2-8 simvolların anlatıq sistemindəki kodların cəmini tapın. Hə? Başa düşmədim, mən sualım yoxdur. Deyir ki, verilmiş kod cədvəlinə əsasən 2 və 8 simvolların 16-lıq say sistemindəki kodların cəmini tap. 2 ilə 8-i deyir. Deməli, 16-lıq say sistemini, və buna işimiz yoxdur. 16-lıq say sistemini saxlayırıq hələlik. 1 49-dursa, 49-un üstünə 50 ilə 56-dır cavab. deməli, necə gedir? Rəqəmli 59, 56 olacaq. Bu da ki, 50 olacaq. 50 ilə 56. İndi 50 ilə 56-yı topla onluqda. Sonra da 16-lığa keçirtdi onu da. Nasıl? Hər dəqiqə, onluqda deyə bunlar. Ha, bunlar 106, onu da onluğa keçsəndə 106 böl 16 neçə eləyir? 48, 96, 96 qalx 10, burada neçə? 6. O da elə 601 ya da 610. 6A, 6A, nə 610? 6A variant. 6 adı. 76 da yeni eyni, amma rəqəmli hərfləri bilirsən də, yəqin mövqe olaraq necə Bəli, narahat etmişdirirlər. olmayın. Vəssalam, onu Nə yazarsın. Nə dediniz? Rəqəm veriləndə, rəqəm veriləndə bir artır. Bəs hərf veriləndə? Yenə bir artacaq. Yox. Hərf veriləndə mövqe var aralarında. Altın məsələn, böyük A-la balaca A-nın arasında 97-dən 65 çıx neçə eləyir? Burada bir artır. Burada fərq yox, hamısı bir artır. Sadəcə səbəbi odur ki, əvvəlcə böyüklərin hamısını düzüblər 32-sində, sonra balacaların. Bilirəm də. Onunla indi otursan bu 1 sayısın hara gedib çıxarsan? Rəqəmlər bir artır. Amma Bəli. böyük A-la balaca A-nın arasında məsafə var. İnterval olaraq hamısında eynidir. 97-dən 65-ə çıxırsa neçə eləyir? 32. Bütün böyük və balacaların arasında 32 fərq var. İndi burada böyük N 78-dirsə, deməli balacanın nə olacaq? 78 üstü 2 gələcək. 90. Vəssalam, indi bu onu toplayacaqsan yenə hər iki ədədi. 3 də olacaq, 50, 51 də. 51 plus 90, 51 ilə 90-ı, 90, 141, onu da çevirəcəm. çevirəcəksən 16-lı say sistemi. 16, 141-də 16, 128, 130, 128-dir. Onlar da yəqin bölə bilərsən də. 128 deyil, bir dəqiqə. 128-in üstünə 16 dənə neçə edir? Heç nə, 13 qalır burada, 128-miş. 13, buradan da cavab 2 üstü 4, 7, 8 cavab. Burada 8, 13 nə idi? Y, D. 8 D olmalı səbəbimiz. Yoxdur, eləcək. Neysə, görədim mən. Hesablamalar diqqətli ol, tələsmə Məhəmməd. Hesablamalı gül kimi misalı informatikadan çıxardırsan, gəlirsən riyaziyyatın hesablamasında dayanırsan. 51 plus 90, neçə? 141. Böl 16-ya da.
Böləndə 128-dir 41-ci neçənin yüksək 16. Ha, sonra nə çıxır ortalığa? Rəqəm çıxmır. 8, bir də 13. Qalıq 13, cavab 8. O da 8 D eləməli 13 deyil. nədir? 13 qalmaz Qalıq. orada. Düz çıx. Hə? Nə səhv yazmışam. 141. Şey eləmişəm. 12, mən üstünə 12 gəlmişəm, ona görə səhv almışam. Ha, deyirəm bu niyə alındırmır? Yoxsa ki belə 32 mütləq şəkildə. Qaydası belədir. Rəqəmlər bir-bir artır, amma hərflər böyüklə kiçiyin arasında 32 mövqe var. Yəni balaca olanda 32 artır, kiçik olanda 32 azalır. Belə. Oldu. Sonra 77-yə də bir dənə baxaq, o biri suallardandır. Oldu. Bir dənə yaz 12 77-dən. sistemində verilmiş 4 üstə 35 ədədinin 16 say sistemində iştirakçı hansı rəqəmdən başladığını müəyyən edin. 4 üstə 35, 2 üstü 70, 70-i böldük 16-ya. 16-ya yox. 70-i böldük 4-ə, Hı. 68, 2 ilə başlayacaq. Deməli 2 qalır. Yoxsa bir... Yoxdur. 2 qal, hə, o da 2 üstü Aa, 1-dir. 1 ilə başlayacaq. 2 üst 2 qalırsa 2 üst 2-dir. Hə, 2 deyə bağışlayınca 4 ilə başlayacaq. 4 ilə başlayacaq. Qalığı həmişə 2-nin qüvvətinə qalxızırsan. Aynen. Sonra burada 79 da yenə eyni misaldır. Sadəcə burada üçlü say sistemindən 3-ə böləcək. 3 deyirəm. 8-ə böləcək 8-li say sistemindən çevirməkdən ötürü. Burada fərqli suallara baxaq. Baxaq görək nə var. Bunları eləyə bilərsən yəqin 84 tipləri. Birinə bax. Ben baxım 84. Harapıyoruz qoyayım. 84. Verilmiş say sisteminin rəqəmləri falan. Bu say sistemində A, C rəqəminin 16 A say və C sistemini rəqəminin cəmini 16-lıqda Hə. göstərir. Bu neçədir? 2, 4, 6, 8 say sistemində. Məsələn. A neçə olacaq? 4. Evet. C də olacaq 6. 7, 6. 4-ün üstünə 6 gəlib 8-li say sistemində yazır. 16-lı say sistemində 16 yazır. olaraq verəcək. Neçə eləyəcək? Bir dəqiqə. Neçə 4 üstü 6 dedik də. Yazın bura tez. 4 neçə idi? 4 hələ 4-dür. 6 da 0, hələ 1, 6-dır. Ya 2-yə çevirəcəm mənim daha sonra. Niyə ki? 4-ün üstünə 6 gəl. Neçə eləyir? 10. 10. A, 10 16-lıq say sistemində necə yazılır? A. A və solumdan. Niyə 2-liyə çevirsə özü əziyyətə salırsan? Haqlı. Haklısın. Sonra bunlar biri hasildir. Yenə də eyni şey, sadəcə hasilə vuracaqsan. Bəli. Sonra burada 88-i yazaq. 8. Adi toplamadı da burada ne var? Adi toplamadır. Sadəcə nə deyir orada? Verilmiş say sisteminin əsasını müəyyən edəcək ki, hansı say sistemində toplamadır. En böyük ədədi 8'dir. 9'lu say sistemi ola bilər. Ola da bilər, olmaya da bilər. Yaxşı. Əgər 9-luq say sistemindəsə, 4-ün üstünə 2 gəlib, 7 yazıb, 6 6 bayaqdan qalıq olmalıdır. qalmışdı. Bir də qalıq Bayaqdan qalıq qalıb. qalmışdı. İndi hansı ədədin üstünə, 5-in üstünə neçə gələndə 4 eləyər, qalıq da qalar. 9 dəqiqə 5. Ha bu 9'lukta 8 Çox 8 güman ki, ədəd. 9-luq say sistemindədir. Səkkiz. Çünki ən böyük rəqəmi 8-dir. Ən böyük 8 rəqəmi 8-dirsə, 9-luq say sistemində olacaq 100%. 5'in üstünə 8 gəldi qalıq 4 qalır. Qalıq deyirəm də o aşağıda qalan 4 var. Doqquzluq say sistemi eləyəcək. Çünki ən böyük rəqəmi say sistemi Evet. istəyir olsa, səndən rəqəmləri istəmir. Bəli. Eləyəcək 9. Sonra Sadəcə bayaqdan gedirik. soruşdunuz ya mən oranı dedim. Aha, bunlar da yenə təkrarlardır. Keçirik bunları. Bunları evdə yazarsan hamısın. 96 tipli də rahat suallardır. Belə qeyri-adi görünməyinə baxma. 96 bu nədir? Hərflər uzun olaraq 11, 10, 01 və 00 yəni ikili ədədləri ilə kodlaşdırılır. A, C, D, B simvolları 8. Abi asandır ki. A 11-dir, B 10-dur.
C01'dir, D də 00'dır. Sonra onların yerini qarışdırıb 0, 3-3 1. ayırıb arxadan önə doğru yazılıb. Bəli. Sonra burada Şey, görə qeyri-adi 4, 544'tü cavab. yazdım. Yox deyə elə cavab. Necə 103'ə verəm? bax. Nəysə. Deyəm baxım. Əsas odur yolun bilirsən və salam da. Misalın cavabını alacaqsan. Onluq sayı sistemində bu şərti ödəyən neçə ədəd var? 17 ilə 76-nı çevirəcəm onluğa, aralarındakı rəqəm sayında. Mhm. Hesablayayım Deməli, ya. neyniyəcək? 76-yı da onluğa çevirəcək. Bəli, ikisini də 17-yi onluğa də onluğa çevirəcək, aradakı çevirəcək. rəqəm fərqi. Və salam Aradakı rəqəm fərqi. 76-dan oydu. Bəs yaxşı, əgər orada bərabərdə olsaydı nə olacaqdı? Aldığın rəqəmi neyniyəcəkdin? Nə? Məsələn, burada bərabər olsaydı, bu bərabər işarəsi olsaydı. Hı. Və böyük bölüş daxil Aha. eləyəcək onlar. Və üstünə Onlar alınan daxil eləyəcək. rəqəmin üstünə nə gələcək? 2, 1, 1, 1 niyə 1. var? Sadəcə 1 gəlinir. Buradan bunu çıxıb, 1 rəqəmi gələcəksən üstünə. Ya 2-də də İkisi də ona 1 bərabər gəlsin. olmur. İki Olur, amma gəlməli 1 deyil. gəlir öyle. Niyə müəllim? Hə, niyə? Niyəsin nə bilim vallahi qaydası elədir. 1 gəlirsən üstünə. Yəni Yəni ikinci 2 ilə variant 2 yox. gəlməli deyil. Yox, 2 İkisini gəlmir. birdən daxil eləyirik axı. Başa düşürəm. Amma ki yenə də bütün misalları hər zaman elə eləyirik. 2 ədədi toplayırıq. Üstünə 1 gəlsin. Məsələn 105-də də yeni. Bax eyni tip məsələdir. Bunu da onluğa Oldu. çevirəcəksən, bunu da onluğa çevirəcəksən, çıxıb üstünə 1 gələcəksən. 2 gələnmərsən ona. Oldu. Amma burada adi qayda ilə. Burada elə 1 olacaq. Elə çıxıb elə yazacaqsan. Ta onları üstünə əlavə 1 gəlmir. 106-da üstünə 2 gəlirik bə. 106 haradır? Yox, İkisini də yox, yox. bərabərdir. Hə, 1. hamısını da elə üstünə Hamısına, 1 gəlir hamısının oldu. üstünə 1 gəlsin. Sonra burada möhkəmləndiricilərə gəldik, çıxdıq. O, Möhkəmləndiricilərdə nə var? bayaqdan möhkəmləndirici yazmırdıq. 2.6-yı möhkəmləndiricisi də bu. Bu biraz da möhkəmləndiricidir. 2 qat möhkəmləndiricidir. Biz bayaqdan da elə möhkəmləndirici baxırıq. Hə, Biz onsuz da 9-dan. möhkəmləndirici baxırdı. Hə, bax gəldik 9-a. Keçən səfər dedin ki, 9 tipli məsələləri çətinlik çəkirəm yazmaqda. Bəli. Hə, indi əvvəl yaz bir dənə özün görüm nətər çətinlik, harasını çətinlik çəkirsən. 9-dur. 9-u nə Hı. deyir? 0, 1, 2, 3, 4, 5. Hansı say sistemindən söhbət gedir? Sonuncu rəqəm 5-dirsə. Altılıq. Vəssalam. Altlıq say sistemindən gedir söhbət. Hı. İndi altlıq say sistemindən rəqəm neçədən başlayıb? Rəqəm 1-dən. 0-dan. Yox, Hə, yox. 1-dən. Orada 1-dən başlayıb. Yaxşı, əslində neçədən başlamalıdır? 0. Əslində 0-dan başlamalıyıq. Ona görə 432-nin üstünə nə gələcək? 1. 432-nin üstünə gələcəksən 1-i. 1. Neçə eləyəcək? 433. Üstünə gəlmirik bu arada. Sən Hə? deyirsən, mən də deyirəm. Hə, çıxırıq 432-də 1-i. 1 çıxırıq 1-i. Eləcək 431. 431. 431. 431-i neçəyə böləcəyik onda biz? 6-ya. Salam. Altılıq say sisteminə bölürsən, nə qalacaq yerdə? Nə qalacaq? Nə müəllim? 431-dir, 432 düzdür? 6-ya, bir dəqiqə. 431 6-ya. Onluq say 420, sistemindədir. 11, 71 qalıq 5. Onluq 71 say qalıq. yandırın, ağırsan. Elə yox. Deməli, altılıq say sistemindən söhbət gedir, düzdür? Biz nə Bəli. almışıq? Sıra nömrəsindədir, onluq say sistemindədir. Bəli. 431-i 6-ya böləndə altılıq Şeydə say sistemindədir, onluğa 71 qalıq keçəndə 1. 71 qalıq 1 alınmır. Mənim 426, 71 qalıq da 5 qalır. deməli. Elə yox ki, 6-ya belə-belə götürük. Hətta hə. Mən birbaşa 6-ya böldüm. Amma bu nə deyir bizə? Deyir ki, 3 rəqəmli olmalıdır ədəd yalnız. 3 rəqəmli bütün ədədlər yaradılır. 3 dəfə Verilmiş böləcəyik. aşağıdakı artma ardıcıllığını düzün. Bu verilmiş sıra ardıcıllığı, bu sıra nömrəsini istəmir ha bizdən.
Bizdən sıra nömrəsini istəmir. Sıra nömrəsini istəyəndə onluq say sistemidir. Bizdən nə istəyir? Bu ədədi verib bizə 432-ni o 6-lıq say sistemində verib elə. İndi bunu deyir ki, sıra nömrəsini sən tap. İndi 432-dən 1 çıxdın. Nə qədər qaldı burada? 431 6-lıq say sistemindədir. Bu bizdə bir dəqiqə mən bunu silim ki, mən bu 432-nin üstünə 1 gəlməli deyilik müəllim. 431. Rəqəm olaraq 0-0, axı müəllim, rəqəm Onda olaraq 0-0-dan başlayır. sənə çaşdırmamaq üçün belə eləyək. Lap bax belə yaz. Hələ 432 olduğu kimi saxlayırsan. Oldu. 432 Müəllim, saxlayırsan. bir dənə fikir 6-lıq bildirsin say olar. sistemində çevirsən onluq say sisteminə. 0, 1, 2. Oldu. Al bunun cavabını tap. 4 6-ın kvadratı. Sonra üstə gəlinsin 3 6 üstü 1. Bəli. Sonra 3-2. 2 6 üstü 0. İndi bunları bir dənə tez həll elə. 6-ın kvadratı 36. 36-yı 4-ə vuranda vur. 144. 144. 144 eləyir. 144-ün üstünə 3 də 6 18 gəlirsən. Onun da üstünə 2 gəlirsən. Eləyir 164. Düzdür? Bəli. Məsələn. 164 eləyir. Amma sən cavabı burada avtomatik götürüb 164 yazmayacaqsan. Nə yazacaqsan? Birdən başladığına 165. görə üstünə gələcəksən. Bir ədədin hamısına yaxşısı budur. Cavab edir neçə? Mən 165. 160. Mən də müəllim bayaq onu deməyə çalışdım ki, 0-0-dan başlayıb, amma sıra 1-dən başlayıb. Ona görə Birdən. üstünə 1 Amma gəlməli 0 deyilik. olduğu kimi qalanda hələ cavabı 164 olaraq götürəcəksən. Vəssalam. Oldu müəllim. Bir şey də var. Burada sıra nömrəsinin 432 versiydi. Bəli, Sən onu onda 1 6-ya çıxacaqdı. bölə-bölə gedəcəydin. Amma burada hələ bu rəqəm olaraq verib, buradakını verib və sıra nömrəsini istəyir səndən. Ona görə biz 432-ni 6-lıq say sistemindən 10-luq say sisteminə çevirdik. Deməli Aydın. 432 gəlib dayanacaq 165-ci sırada. Sonra 10-cu misalları eləyə bilirsən, 10 tipli Oldu. məsələləri. Hı? Nə müəllim? 10 tipli məsələləri eləyə bilirsən. Ona baxın bir dənə. Bir dənə bax, olmasa o da izah eləyim. Çık, çık. Hamısını onluğa keçirdim də. Hamısını onluğa keçirtmirsən. Ehtiyac yoxdur da Ha? onluğa keçirtməyə. 2, 16, 2 üstü 4 yazırsan. 4 də 2 neçə eləyir? 8x eləyir. Düzdür? Üstünə 4 gəlirsən də, elə eləmir. Hı hı. Çünki bu belə olur da. 2 üstü 4, bu da mötərizə xaricində olur da belə. 2 üstü Bəli. 4. Bunu da yazmıram da, özün bilirsən rahat şəkildə. Sonra 64-ü necə yazırsan? 64-ü də 2 üstü 6 6. yaza bilərik də. 6 da 2. Elə Bəli. bir 2 üstü 12 kız plus 6 eləyir də, düzdür? Üstə gəlsin 6. Sonra 72 ilə işimiz yoxdur. Zaten 72 olduğu kimi. Deməli 72 bərabər eləyirsə neçəyə? Rəqəm istəyir səndən. Ən böyük ədəd burada 79-dur. İndi bunların içərisində ən böyük qüvvəti götürürsən. Ən böyük qüvvət neçədir? 12x-dır. Bəli. 12x plus 6 ən böyük ədəd rəqəm hansıdır bə burada? Rəqəm olaraq. 79-dur da, 72-dən böyükdür. Bərabər Bəli. edirsən 79-a. Vəssalam, burada x-i tap. Buradan x-i tap. Nə müəllim? X-i tap da. 12x 12x plus 79, 12. 79-dan 6 çıxanda neçə eləyir? 73. 73-ü də böl 12-yə. Qalığı da deyim. 64. 64 deyirəm. 72 qalıq 1. Daha doğrusu 6 qalıq 1. Ay, sağ ol. 6 qalıqla işimiz yoxdur da. Tam hissə neçə eləyir? 6. 6. Vəssalam. Deməli, söhbət nədən gedir? 6-lıq 6. sağ sistemindən gedir. Всё. Oldu. Burada növbəti. 11 də yenə. Amma 11-də ehtiyac yoxdur. Elə 11-i onluq say sistemi. Onu qoyursan yerinə. Bunu x-i bilirsən də 10 qoyursan yerinə. Bayaqlar elədim də bu misaldan dedin ki, onluq say sistemi yerinə qoyuruq. Olduğu kimi yazırıq. Sonra. Hə? Evə nə verəsiz? Nə oldu, yoruldun? Sadəcə soruşuram. Evə nə verəcəm? Bunların qalanı yazacaqsan evdə.
Çok olmadı. Yani 109 tane de oradan var idi. Yaxşı, sən indirim eləyərəm. 109 dənə yazarsan bunlar qalır. Oldu. Çok sağ olun. Ben. 109'lar asandır da. O 2 dəqiqə Yani, yazacaqsan. Nə var ki onu yazmağa? Sığallıq eləmə. Onları ama problem odur yazacaqsan. ki sabah neçə 8-də dərsim bitəcək. Səhər 8-dən axşam 8-də. Ne işin olmaz. Biraz əziyyət çəkəcəksiniz. Bir ləziyyətin var. Ondan sonra kef çəkəcəksən. Əməli gələn evdə var. Mən onam. Heç nə deyib, 10-la 11 nədir ki? Göz açıb yumacaqsan 10 qutardı. Bitir də, məktəbin bitməyinə nə qalıb? 8 ay qalıb da. Tətillər də çıx, bayramlar da çıx. Həqiqət bir ayına, bir həftənə tez keçdi. Heç nə qalmayıb. Vallahi heç nə qalmayıb. Bir damcı şey qalıb. Təsəlli deyir uşaqlara. Bir damcı qalıb. İndi Bizim 12-ni özün bizim yaz. məktəbin bizim məktəbin riyaziyyat müəllimi çox yaxşı təsəlli edir. Deyir ki, indi şeydir, çatdıramırsınız, yorulursunuz. Universitetə girəndən sonra lap da sürünəsiniz. Kərtənkələdən fərqiniz qalmayacaq. Yox, yox. Universitet elə deyil. Alladır sözü. Həvəsdən salır, elə şey olar. Universitetə girdiniz, tay oxumayacaqsınız. Elə Zarafat deyirlər. yana deyirəm valla. Zarafat yana Valideynlər deyir. uşaqlara elə deyir də, universitetə gir, tay oxumayacaqsan. Alladırlar. Halbuki universitetdən sonra başlayır da. Vəssalam. Deməli, 12-ni yaz. 12-ni yaza biləcəksən. Neçəlik say 12 hanı? sistemindən söhbət gedir? Burada 5'lik. Vəssalam. 0, 1, 2, 3, 4, 5-lik 4, say 6, sistemindədir. Deməli, 5-lik say sistemində bu 0 deməkdir, bu 1 deməkdir, bu bəli, 2 bəli. kodlaşdırıblar, bu 3-dür, bu da 3, 4-dür. 4, İndi bunların yerini dəyiş. Olacaq 3, 420, 1, 0, 4002, 3. C-də 2. A, 3'müş. 3102. Vəssalam. Neçəlik say sistemində? 5-lik say sistemində. 5'lik. İndi bunu 10-luq Bəli. say sisteminə keçirt də. 2. Ha, oldu. Vəssalam. 3 vurulsun 5-in kubu, 1 vurulsun 5-in 120. kvadratı. 375 plus 25, 400, 400, 401 era. 375, 402, 21, 402, 402. 402 eləyir, amma bu da yenə 1 ilə Üstüne de bir başlayır. gəlirik, 403. Vəssalam. Eləcə Üstüne neçə de bir cavab? gəlirik, 403. 403. Başa Aa, düşdün bunları? bu, Bunlar bu çətin belə tipli məsələsi atanayım deyil. ya. Bu Çoxu belə sadə. atanayım ya. Həqiqətən çox sadə suallardır bunlar. Sadəcə görünməyən suallardır deyənə adama belə vahiməli gəlir ki, görəsən bunu bu qədər çətindirmi yazmaq. Amma ki bu qədər də çətin deyil. Şəxsən mən sevindim bu illəri demə bunu salmaqlarına ki, yenə deyirəm, arzu edirəm keşkə bu illəri say sistemlərinə bu tipli suallar uşaqların qabağına çıxsın. Həm rahatlı eləmək, həm də vaxtı da çox az aparır. O qədər də bir çətin bir həngamə görsənmir. Kodlaşdırma da sadəcə rəqəmləri hərflərlə kodlaşdırıblar. Vəssalam. Burada başqa nə varıblar ki? Heç bir şey eləməyiblər. Sonra burada nə var? Ondan başqa baxaq. 13-ə. 13-də nə istəyir? 8-ci sayısını 202 rəqəmli ədəd verib. Ha, bax bu tipli suallara baxaq. 13-ə bir dənə bax. Gör yaza bilirsən tək, olmasa kömək edeyim. Ne tamam ya. 13. Neçə dedi? 13, 13. 8 sayı sistemində verilmiş 202 202 202 rəqəmlidir ya. rəqəmli Ay sağ ol. sayı sisteminin çoxu ən azı neçə rəqəm olur? O da bu nədir? Qorxma, çətin 8 bir şey deyil. 3-ə vurub 4-ə böləcəm də. Vəssalam. 3-ə vurub 4-ə böləsən, qutardı. Bu ən çox ən azı nə mənə Deyək də gəlir? ən aşağısı 151 ilə başlayacaq. Ən sonuncu 151-dir. Maksimum nə qədər də olar? 152. Vəssalam da 151, 152-dir də. Amma niyə elə oldu mənim? Onu izə edə bilərsiniz Başqa niyə nə bilərsən ki? 151 ilə qutarır 151 ilə. Bəli. Bundan artıq götürə bilirsən rəqəm. Ya bundan az götürə bilərsən. 151-dən az götürə bilmərsən axı. Vəssalam. 151-dən az götürə bilmərsən. İndi burada 0-1 rəqəmi olaraq maksimum 1 artıq 1 əlavə ola bilər tam rəqəmə görə. Natamam da çıxa bilir axı oradan. Axı bölünən olanda bir də görsən məsələn 2 tam neçə çıxır, 1 tam neçə çıxır, başa düşdün? Tam olaraq da maksimum o da kodlaşdıranda belə deyək də yuvarlaşdıranda o da 152 eləyəcək. Minimum mədədi budur, maksimum mədədi də budur. Vəssalam. Oldu Zaten mənim. variantda da sağ olsunlar əlavə heç nə qoymayıblar. Hələ bir dənə 151 ilə başlayan rəqəm qoyublar, sonuncuda da bir dənə Oldu 152 mənim. qoyublar. Məsələn, 14-cü tipli sualda yenə eyni qaydadır. Biraz fərqli qaydası var sadəcə. Hansı rəqəmlə başlayır deyir. Ha, onluqdadır o.
Elə vuracağam. Nə vurma. Heç iki Bunu, üstü bunu da neçədə? birinci rəqəmin 129-u Üstü 4-ə də. böləcəksən. 4-ə böləndə 1 qalıq qalır. Bir də vuracağam 25-ə yenicə. 1 olmaz. 129-u 4-ə böləndə 1 qalır ki. Qalıq, bəli, 1 qalır. Yaxşı Qalıq 25-i 25-i böl 16-ya. 16-ya böləndə qalıq 7, 9. 16-ya böləndə qalıq 9, 129-a böləndə qalıq 1 qalır. Deməli 129-u 4-ə böldük. Neçə dəfə düşür? Nə müəllim? 129-u 4-ə 4-ə böl. böləndə 1 qalıq qalır. Neçə dəfə düşdü? 128, 7, 2 üstü 5, 32. 32. 32, 33, 32 eləmi? 32. Bir də qalıqdır. Neçə dənə rəqəmli oldu? 32 rəqəmli 1. 33. Bir də burada var da 25-in içində. Deməli neçə dənə rəqəm oldu? 33. 33 idi. Bir də oldu da. 4, bəli. 34 dənə. Aydın. Aydın. 34 rəqəmlə neçə yox, həmin ədəd hansı rəqəmlə başlayacaq? Deməli 9 vurma tapda birinci rəqəm bu neçə idi? 1. 1-dirsə 2-nin qüvvətinə qalxacaq da. Bəli. 2. 2 üssü 1, 2. 25-i də 16-ya böləndə düzü neçə qalır yerdə? Bir dəfə düşür də, düzdür? Qalx 9 qalır. Dəqiq 9 qalır. Bəli, şeydə Bir dəfə düşdü, şey, 4 dəfə nə idi? Pifaqordan 10 əzbərləmişəm mənim. 16 ilə 9. 3 9. 4 5 Deməli arası. 19 eləyir də, bu düzdür? İndi Bəli. 19-u vuraq 2-yə sıfırlarla işimiz yoxdur. 2 də 9-u neçə eləyir? O 18 bir yadda, 2 də 1 2, orada da bir 3. Deməli rəqəm neçə ilə başladı? 3 Vəssalam. Rəqəm 3 ilə başladı, 34 də rəqəm oldu. 2 dənə burada, oldu. 2 də burada. Və bir 2 dənə burada, 0-la rəqəm, 2 də burada. Oldu 34 mənim. dənə, 32, 33, 34 dənə bu rəqəmlə başladı. Neçə ilə? 3 ilə. Vəssalam. Mən Əslində bunlar da yenə deyirəm, çətin tipli məsələlərdir. Elə də belə deyim, güclü. Amma qəbula ən son qəbula düşən tiplərdəndir. Yəni hələ ki bunlardan düşməyib 12 yani tiplilərdən. səhv eləməm ya. Amma 13 tipli, 14 tipli son qəbula düşən say sistemləri məsələləridir. Yəni ən son. Aydındır. Ondan artıq belə deyim, say sistemlərindən hələ ki başqa kəşflər eləməyiblər. Hələ ki kəşfləri bura qədərdir. Ondan artıq Allah kəşf uzaq eləməyib. eləsin. Məsələn, keçən il idi, bilməm il il idi. Bu 18 tipli sual düşmüşdü. Belə tipli sual salmışdılar. Aydındır. Bu da çətin tiplidir ha. Burada da 5-in 5'lik say sistemidir axı. 5-in qüvvətinə qalxızacaqsan, ən böyük üstündəki ən böyük qiyməti üstüyü götürüb 67-yə bərabər edirsən, x-i tapırsan və salam. Bu da çox Oldu. çətin tipli sualdır. Sadəcə baxanda belə deyim də, həngamə kimi görünür ki, ay Allah, bunu necə yazacağam, bunun qüvvəti necə olacaq, nə cür olacaq. Yəni eyni tip məsələlərdir. Yəni yenə deyirəm, say sistemlərindən hər il bir Evet, sualla şagirdlər qarşılaşır. Amma oldu. nə tipli Bayaq sual suallar? nətər izah elədim mənim? Bir də deyə bilərsiniz. Hansı? Yadımdan çıxdı. Bu ən axırda deyir. 18-i, 18-i bayaq yazdıq da. 5'lik say sistemi deyir. Bunu 5'in kvadratı yaza bilirsən də, düzdür? Kub, kub. 125-i 5 üstü 3 yazacaqsan. Bəli. O da 3x plus 1 9x plus 3. yazacaqsan. 9x plus Eləyəcək, 3. ay sağ ol. Deməli 5 üstü neçə? 9x 9x plus 3. plus 3-dür. Sonra 25-i necə? 5-in kvadratı 2 də 4-ün. 25 də bəli 5-in kvadrat şəklində. Deməli bu ən böyük 8x olacaq da plus hələ. 4. Qüvvət olaraq bu ən Bəli, bəli. böyükdür. 9x plus 3 bərabər olacaq 67-yə. Vəssalam. İndi buradan x-i tapırsan. 67-dən 3 çıxanda eləyir 64. 64 də 9-a böləndə neçə eləyir? Bir də onu çıx. Amma düz çıxaq da. 7 eləyir. Nə dediniz müəllim? 7 eləyir. Nə müəllim? Bir də deyə bilərsiniz, tamam.
9x plus 3 bərabərdir 67-yə. Burada x nəyə bərabər Hə, olur? x gedir 64, x-dəki e, 10 yox. 7 tam neçə eləyir də, səhv Hə, eləmirəmsə. bəli, Əslində cavab 7 götürürsən. Qutardı. X-i tapırsan 7. oldu. Bunları, bu da çox çətin tipli məsələ sayılmır, amma yenə deyirəm, ən son tiplər olaraq bu tiplərdən düşür suallara. Sonra Oldu mu? başqa. Bu 27 biraz uzun tipli sualdır. Bunu gərək tək-tək vurma olaraq vurasan, bir dənə. Oldu. Çevirmələr Orada deyərsində çox ne çətin bir yazdı şeydir. o kadar? Bunu 16-lıq say sistemindən 10-luğa çevirəcəksən. Bunu da 10-luğa çevirəcəksən. Oradakı rəqəmi tapmaq olur rahat şəkildə ki, hansıdır. Sadəcə biraz uzun vaxt aparır. Bunu gərək oturub tək-tək çevirəsən Ulduzlar, 10-luğa. ulduzlar neydi orada? Hə, ulduzlar x-dır da elə bir rəqəm verməyib də. Yerinə Beraber x yazdı. olabilirler ya fərqli olmalılar. 0 Beraber ya 1 fərqli. bura bax. Bunu var ha, 10-luq say sisteminə çevirə Bəli, bilərsən. Burada x-i tapa bəli, bilirsən. Həmin rəqəm 8-lik bəli. say sistemində nədirsə, eyni rəqəmdir. Ha, hamısı eyni rəqəmli Hamısı oldu. eyni rəqəm deməkdir, həvəs salam. Ha, oldu. Çətindir. Sadəcə ulduzla yazıblar. Biraz sadəcə uzun gedir. Vaxtı çox Baş aparan ağrıdır. hə, vaxtı çox aparan misallardandır. Sonra burada nə var? Dördlük say sistemindən ifadə etsən, bu da bayaqları dediyimdir. Burada Bəli. 4-ün qüvvətindən Elə onun yazacaqsan. altındakını da bayaq işlədik. Hə, onu da işlədik. Bunlar heç bu açılışdır, bunu bağlayacaqsan. Bunu bilirsən də yəqin. Nə? O nədir? Küs 75-dən küs 0. Ha, Ən böyük rəqəm nəyə bərabərdir deyir. 75-i böl 4-ə görən böyük rəqəm hansı çıxacaq burada? dördə Rəqəm nə ilə bəndə. başlayacaq? Rəqəm nə ilə başlayacaq? 3, 3 75-i nə? böləndə 4-ə neçə eləyir? 19 70, 3 qalıq qalır. hə? 3 qalıq qalmır. Ən böyük rəqəm alınar və alınan ədəddə ki, ən böyük rəqəmlər nəyə bərabərdir deyir. 4-də də neçə? 76-yı 20, 4-ə böləndə neçə dəfə düşür? 76, Hə də 1. 76, Axı 4, 0 da var burada. 16, Sıfırdan sayanda 76 da rəqəmdir də bu. 19, 19, 19. Ay sağ ol. 19 ən sonuncu rəqəm, ən böyük rəqəm neçədir 16-lıq say sistemi? Şey, F. F4. Vəssalam qutardı 7-dən. 19 Ha, F-də. oldu. Sonra burada başqa nə var? Bu bayaq elədiyimiz məsələdən 31 tipli. Dedin, 4-ə vurub. Nəyə? Hə, 4-ə vurub 3-ə böləcəm. Vəssalam. 4-ə vurub 3-ə böləcəksən, alınan cavabı qeyd edirsən. Yəni onlar da çox böyük tipli Amma sualdır. tam alınmır da. Hə? Ən çox neçə rəqəmlərdə ola bilər deyir. Tam alınmır orada. Ən çox neçə rəqəmli ədəd olar? 230-u vur 4-ə, böl 3-ə. Gör neçə eləyir? Alınır. 303 tam neçə eləyir? Tamı da götürürsən də içərisindən. 300, dəqiqə 3-ə böldük. 307 300, eləməlidir o. 300 necə yeməm? 234. A 4-ə 234-ə vururuq. Bir dəqiqə 4-ə bağışlayın. vurursan, 3-ə bölürsən. Mən 890 götürdüm. Elə 204-ə vurdum, amma 33-ə vurdum, ona görə deyirəm 300 olmaz. 230-dur bu. Gördüm müəllim. Qoyunluq eləmişəm. Nəysə, bəli, 207 eləyir deyəsən. 200, hə, 207-yə yaxın bir şey deyir. Hə, 207 207 eləyir. 920 deyir. Bu 920 alınır burada. Sonra. Bax, məsələn, 34-ü artıq yaza bilərsən də. Bəli, nə deyir? 5-dir. 200, 2341, Hələ deyəsən, bayaqki 2341, məsələdir, səhv eləmirəmsə. 2341-i 5-ə böləndə qalıq 1, böləndə neçə alındı? Niyə Qalıq dəqiqə. bölürsən ki? Hə, bayaq bölmədik. Yo. Bunu 5-lik Neynədik? say sistemindədir. Bu A Bəli. 0-la Ha, onlara kodlaşdırılıb. onlara çevir. Bir dəqiqə, bağışlayın. Hə. Oraya yaza bilərsiniz, yəni, onu şifayə eləməyim. Onsuz da 4. B sağ ol. neçədir? 1, C, 2, bu 3, bu da 0. 5-lik say sistemində. Vəssalam. İndi Bəli. bunu adicə onluq say sisteminə qaytarırsan dala. 0, 1, 2, 3, 4, 5. 1 Hə, vurursan şey. 5-in kvadratı.
5. 625 plus 3 diye o 5 yok. Ha neyse. 125 bir bu 125 bu eləyir 5'in kvadratı. Sonra Evet. 50 bu eləyir. 2 5'i 5'e vuranda 25, o da 2'ye 50. 3 ilə də eləyəndə bu da 15. Eləyir 190. 190. Amma burada 1 ilə başladığına görə üstünə 1 gələcəksən, eləyəcək 192. 194. 1 94 1 nədir? 1. Sən şu yorğunçuluqdan nə danışdığını bilmirsən, Məhəmməd. Belə şey olmaz. 191. 1 ilə 4'ü qarışdırma. Sonra burada nə qaldı? Demək olar ki, ən çətin tiplərinə toxunduq. Yenə deyirəm, bundan belə dəhşətli dərəcədə çətin tipli ikinci misalları yoxdur bunların. 43-44 tipləri bildin də necə eləyəcəksən? Hansı 43 çıxdı? 43-44'ləri. 43 mən 34 35'e bakım. 35 nə təbii. Hanı 35 hara getdi? Nədir ki Sol. burada? Cəmin ən böyük qiyməti onluq say sistemində ifadə edin də. Y hələ Y eyni olacaq. X da yenə eyni X-dır. Onluq say sisteminə çevirəcəksən də. Evet. Ha, en büyüğün zor. Şu anda 900 şey. Hardasa E, onluq say sisteminin cəminin ən böyük qiyməti onluq say sistemində ifadə elə. O 900 hardasa olarak koyacak da yerine. rəqəmlər də bir-birindən fərqlidir. Təsəvvürlə deməli onluq say sistemin ən böyük rəqəmi, sonra 8'li say sistemin ən böyük, özü də fərqli-fərqli olmalıdır. Bu da ən böyük rəqəmi. Sonra onları onluq say sisteminə çevirib cəmləyəcəksən. Ha, oldu. Sonra burada nə var idi başqa? Başqa bir şey demək olar ki, yenə də yoxdur. Başqa bir şey yoxdur. 16 say sistemində ən kiçik 15 rəqəmlidir. Bunları eləyə bildin də. Hansı? 37-ni. 15 rakam ne? Bir kalan da sıfırda. İki Vəssalam. say Onu sisteminde yazıp ikili say vururuq sisteminə 4'e. çevirəndə Buranın da sayını tapmaq için 15, 14'ü vururuq 4'e. O da neçə 56 eləyəcək? O da çıxır. 56. Vəssalam. 56 dənə 0 Şey var var. demək. Belə. Başqa nə qaldı burada? Baxaq görək. Ne Başqa nə var qaldı? kalmadı öyle işte. 41 tipliləri. Bu da Bir an rahatdır. Məncə öyle sən. bayağı yazdık da Aha. yazmadı. Yazmışıq. Bayaqlar ondan yazdı. Yəni bunun üstlərindəki bu xətti sən heç bir şey çaşdırmasın da. Yəni O sadece deyir ki yani qoyulub vurma sadəcə. değil de yani Yo, heç bir vurma şeydir. o Burada mənada. şərti burada verib sənə. A B-dən böyük olacaq, B D-dən, Oldu D də oldu. C-dən. Sonra burada, hə, 43 tipləri deyirdim. 43 tipləri yaza biləcəksən də. 40'a bakıp. 90'cı bölüm 3'e de. Yok bir dakika. Ha birden başlayacak. O da 31. variantı. C deməli. Hı -hı. Bezdirdilər. İclas var ha, bizim çıxdı axırımıza. Hə. Onluq say sistemində 93 ədədi 8-li say sistemində tam neçə qaldı? Tam yoxu qalıq. Qalıq bunda neçə? Bir dəqiqə 128, 16, 112. Burada qalıq 14 qar. Harda? Bu 44'te qalıq 14 qar. Ola bilməz. 14 qalanmaz orada heç vaxt. Qalığı deyirəm ha. 110'u Evet. 4'e Mən böldün. də böldüm. Mən 16'ya böldüm. Ay, tamam. Çaşma. 100, 110, elə 2'li qalıq. A 2, variant. 4. 2 qalırsa qalıq. 2'ni qüvvətə yüksəldirsən. 4 onda ye. Vəssalam. Çaşma, aba onlarda çaşma. 93'ü 8'e bölmürsən, 93'ü 3'e bölürsən. Qalan Oldu. qalığı 2'nin qüvvətinə qalxızırsan. Oldu. 8 Onları gələndə gəlirəm. 16 gələndə niyəsə 16'ya böldüm. 16 gələndə 16'ya bölürsən. Səbəb nədir 16'ya bölürsən? Mənə də maraqlı qaldı. Niyə bölürsən? İndi vaxtımız da qurtaracaq, səsimiz də gedəcək. Belə. 6 dəqiqə. Deməli 5 dəqiqə, 4 dəqiqə. 4, 6 Ha, deyil. 59 atsak. valla məndə 4 dəqiqə 53 saniyə. Sən gec qoşulmusan yəqin. Mən açıram linki sənə ötürənə qədər, link gəlib sənə çatana qədər. Oradan da vaxt gedir. Deməli, evdə nə edəcəksən? Evdə 109'a qədər təhvil Bəli. verəcəksən mənə. Belə imkanın varsa, bunu da yaza bilərsən, heç bir problem yoxdur. 2.5. Kompartmentdə yazacağım. Hə?
Hansı aparat məktəbdə yazılsın yəni. Aha, 2.5-i də yazsın, əla olar. Baxarıq, heç bir şey olmaz. Bunları yaz bitir. Bunları bitirəndən sonra keçək alqoritmaya. Yox, modelləşdirməyə. Modelləşdirmədən sonra başlayaq alqoritm Python. Nəzəri Oldu. sualları qaldı. Nəzəri sualları Allah Allah. o heç Nəsib onları olsa gəlmək